Azərbaycan sən mənim, ülviyyətim, şan şöhrətim. Azərbaycan sən mənim, ülviyyətim, şan şöhrətim. Adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Nəfəsimiz Babəklərin, sabirlərin gül nəfəsi. Nəfəsimiz Babəklərin, sabirlərin gül nəfəsi. Mahnımızda yaşar bizim babaların ayaq səsi. Mahnımızda yaşar bizim babaların ayaq səsi. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Biz tarixə sığınmadıq, dünən vardıq, bugün varıq. Biz tarixə sığınmadıq, dünən vardıq, bugün varıq. Biz dostluğa güvənərək gələcəyə adımlarıq. Biz dostluğa güvənərək gələcəyə adımlarıq. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Azərbaycan. Salamlar, saygılar siz hörmətli eşidənlərimizə. Şənbə günü Ağustos ayının 22-si 2026 bərabərdir Murdad ayının 31-i 1405. 61-ci cəlsəni başlayırıq və bu gün də başlıqlarını xidmətinizə oxuram. Birinci mövzumuz olacaqdır İranın Azərbaycanından Yunanın atorpatına qədər və yenidən baxış Azərbaycanın adına. 2. Yafes Nuhun oğlu Türklərin dədəsi. Ya Torkebne Yafesebne Nuh. 3. Azərbaycan İbri qaynaqlarında. 4. Azərbaycan Ərəb qaynaqlarında. 5. Azərbaycan Fars qaynaqlarında. 6. Azərbaycan Yunan və Aşor qaynaqlarında. 7. Dini mənbələr və qaynaqlarda Azərbaycanın adı. Və sonuncu konumuz Azərbaycan türklərinin arxeolojisindən əfsanələrə tək. Otağımızın suxənranı Dr. Rəhim Ağbayraqdır və sair əməkdaşlarımıza Əziz Özgür bəy, Sayın Kimya xanım və xanımı Dr. Elmirə xanıma da və daha dalda da çalışan iman dolu, iddiasız,
Çox hörmətli əzizlərimizdən də dünyalar qədər təşəkkürlərimi bildirirəm. Əgər söhbət varsa Kimya xanım və ya dostlardan mayk aça bilərlər, yoxsa sözü verək Sayın Doktor Rəhim Ağbayraq. Tamam. Sayın Doktor, xoş gəlmisiniz. Buyurun otağımızı başlayın. Eşidirik. Çox salam olsun sizə və gecəz xeyir olsun. Düyünlərimə 61-ci bölümə çatırıq. Mən həmişə neçə dəfə demişəm, taza qatılan yoldaşlarımız da bunu eşitsinlər. Biz yaxçı başlarıq, yaxçı bitirmərik. Birincisini çox şirni ilə, bilmirəm, alqışla başlarıq, ikincisini çox yubaldarıq və üçüncüsündən xəbər olmaz. Bu elə bir dərginin çıxmasından tutun, bir qurğun bir yerə yığışmağından, bir hizbin başlanışından tutun ta birdən televizyon ki fərz eləyək. Başlayır əvvəl il, başlayır 2000-ci il cumhur. 2000-ci il heç də baxanı yoxdur onun. Yəni əgər biz günbəgün yaxçı olmasaq, mənisi budur ki, günbəgün yaxçılıq bizdən uzaqlaşır. Biz pisəlirik, bu cursuna deyim. Və əgər 62-ciyə çatır, pəs bunda bir siz buyurduğunuz kimi bir ürək dolu iman, iradə və işıq və ot vardı ki, bunu 61-ci ya 62-ci bilmirəm hangisine yetiririm. Təbiidir ki, bu yolda elə burada Kimya xanım da var. Az çamur atmayıblar bu xanıma. Vaxtı bir işi istir insan görsün, ondadır ki, başlayacaqlar. O adamlar ki, o işin mindən birini görməyiblər, çünki özləri görməyiblər və bərain ki, özlərini tövcih eləsinlər camiədə, ya dəqiq özlərinə başlayacaqlar çamur atmağa. Və məsələn, indi Kimya xanım olsun, Elmira xanım olsun, məsələn, xanım İslami, Döktür İslami gələr. Baxın, bunlar abrıların, bu Nəcib xanımlar abrıların müamilə edirlər Azərbaycanın üstündə və dayanırlar. Ya Eliyar bəy sizin özünüz, Özgür bəy, ya həman buyurduğunuz dalda çalışan Səhid bəydən, Yusuf bəydən, həman bu yoldaşları ki, hərəsi bir quşədən yapışıblar və mən vaqəən fəxr edirəm sizə. Vaqəən fəxr edirəm. Buna xatir ki, mən zamanımı qoymuşam, ömrümü qoymuşam araşdırmaqda. Yəni özüm söyürəm, sual soruşam, o sualları ki, soruşmurlar, gedəm onların dalısıcan və axtaram. Və sizlər mənə qolqanat olursunuz ki, bu səsim yetişsin o birisilərin qulağına. Baxın, bu Instagramda bir dənə elmi bir söhbəti bir nəfər oturur danışır. İndi gedib baxsız 1 milyon nəfər ona dünənki bizim postumuza insan baxıbdı, view yiyibdi. Yəni 1 milyon nəfər bir dənə Azərbaycanlı elmi bir postaj, o birisi kişilərimizdə adamlar idi ki, ayrı dildə də danışırlar, oturarlar 5 dəqiqə elmi suxənrani eləyirlər. Biz görmüşük da, nəhayət məsələn 200 nəfər, 300 nəfər bunda like vurar, cəzabiyyəti olmur və bu sizin sayəzdədir. Mən sizdən qədrdanam, bu fəzanı yaratmağıza və məni vadar eləməyə ki, bu bildiklərimi, oxuduqlarımı sizinlə paylaşam, bundan qədrdanam. Əslində bunları nə məndən ötürü əncam verirsiniz və nə bu otaqdan ötürü bunları xalqımızdan ötürü, millətimizdən ötürü əncam verilir. Bu müqəddimə ilə bu günlərimə Azərbaycandan danışacağıq. Azərbaycan ki bir vahid coğrafiyai müəyyəndir, bir toponimdir və hakimiyyəti müşəxxəs bu tarix boyu hangi zamandan gəlibdir? Əgər biz indi burada dursaq, iddia eləsək, bəlkə bu iddianı bəzi adamlar ciddiyə almayarlar, yəni gülərlər. Amma siz əlhəmdülillah indi yapay zəka vardı, huş məsnui vardı, ondan soruşa bilərsiniz, araşdıra bilərsiniz, bərrəsə eləyə bilərsiniz. Qədimi tərin adı ki, indi bütün ölkələrin arasında ya toponimlərdə vardı, Azərbaycanın adıdır. Əgər biz buna iddia edirik, gərək bu günlərimə gecə bunu sənədlərin, mədarikin, səfələrin, kitabların deyək ki, biri də axtarsa, bunu rahat tapsın. Bəlkə bir tədad deyərlər ki, Makedon, həmin Məqduniyə ki, indi deyirik, 2000-ci miladdan qabaq qarnında bu ad gəlibdir. Amma vaqiət budur ki, toponim adında gəlməyibdir. Niyay Məqduniyan, yəni ata-babalarıdır ki, o usturəyi halətdə, nəmadin halətdə adı keçibdir. Nə bir ölkə şəklində,
یا بعض آدم bu کشور İsrail şahid deyirlər ki, bəli, bu Merenptahda 12 qəbli miladda Misirdə məsələn adı yazılıbdı. Baxın, burada kişvərdən söhbət olmayıbdı. Həzrəti Yaqubun o birisi adıdır İsrail ki, orada toponim deyir. Pəs əgər qarni 13 qəbl az milad o adda gəlibdi, orada da şəxsiyyət adıdır gəlibdi. Ya Ammun ki, Ummana deyirlər bunu. Bu da nihai əfsaneyi o qovmdur, Ammun. Amma vaqti biz gəlirik, bu عنوان misal deyirəm, İranika sərahətlə deyir ki, Atropatın media bir dənə toponimdir, bir dənə yerdir. Hökumət Atropati ki, İskəndərdən sonra müstəqil oldu, 321-323 qəbl az milad, miladdan qabaq, yəni biz baxanda 2000 məsələn 350 il bundan qabaq işarə olunubdu. Bəli, burada bir dənə ölkənin adı gəlibdi. Strabon sərahətən Yunanın Strabonu ki, miladdan qabaqdır, sərahətən deyir ki, bu ölkə adın Atropatdan alıbdır. Bu hiç Atropatdan alıb almayıbdı, hələ bizim söhbətimiz yoxdur. Orada işarə edir ki, bu yurd, bu sərзəmin, bu ölkə adın bu adamdan alıb. Yəni buranı bu عنوان bir dənə coğrafiyayı vahid bilirəm. Əgər mənabə Latin Yunaniyyədə bu gecə işarə eləsək, Ərəbiyyədə işarə eləsək, rivayətlərə, Nəhcül Bəlağəyə hansına biz bunu bu عنوان bir dənə vahid siyasi görəcəyik. Şayət bəziləri deyirlər ki, bəli, məsələn Sasaniyan dövründə sikkənin üstündə Əran yazıbdı. Ya Kəbə Zərtuşda ki, bir dənə bilirsiniz daşdır ki, sonradan əlbəttə yönüblər illətlərini də demişik. Orada İran adı gəlibdi. Əvvəla bu Sasaniyan soruların bəhsidir. 2000-ci orada padşah Əran və Əniran yazıbdı. Bəziləri bu cəhətlə deyirlər ki, Əran həman İrandır. Əniran həttəmən qeyri-İranıdır, padşahı İran və qeyri-İraniyan. Bu çox gülməli bir sözdür ki, nə cür bir padşah həm İranın padşahı ola bilər, əgər coğrafiyayı siyasi nəzərdə tutaq bunu. Və həm də qeyri-İran, yəni Misrin, Etiyopun, bilmirəm, Yunanın və Hindistanın padşahı ola bilməz ki, İranın da padşahı ola. Bu Sanskritdən biz qabaqcan demişik Clubhouse-larda. Sanskritdə Əran və Əniran, yəni dinli və qeyri-dini. Elə bir padşah İranda məsələn indi hakimiyyətdədir ya bir rəhbəri var, deyir ki, mən müsəlmanam, qeyri-müsəlmanan İrana məsələn hakiməm. Bu da dəqiqən orada ad seçkidə gəlibdi. Mənzuri dindar və qeyri-dindardır ki, Sanskrit, Hindin qədim dilində bu gəlibdi. Əgər istəsək bu günlərimə Türk və Azərbaycan, axı biz neçə vaxtdır bəhsi başlamışıq, indi 7-ci gün oldu bu günlərimə ki, sənədləri gətiririk ki, görsəsin ki, bəli, Azərbaycan Səlcuqlardan qabaq türküdür. Bu Nuxud məğz İran şəhrilər ki, deyirlər, bəli, Səfəvi zamanı türk olub bura, o birisi Moğollar sizi türk eləyiblər, o birisi Səlcuqlarla 1000 il qabaq gəlmisiniz. Hərçənd ki, biz dünən də gəlsək, bu nafi və naqız bizim haqq hüququmuz olmaz. Amerika 200 ildir gəliblər o İngilistandan və özlərinə görə dilləri vardı İngilisi. Bu naf ola bilməz, amma biz isbat eləyirik və bugünkü bəhsdə də bu Azəri və Türkə işarə edirik ki, tamami sənədlər, həman sənədlər ki, özünüz deyirsiniz. Mən ayrı bir sənədlərə gəlmirəm. Elə dediği sənədlərdən mən nümunələri çıxaracağım ki, göstərir Azərbaycan türklərin yurdudur. Hətta İran türklərin yurdudur bəzi mənabədə. Və biz əgər istəsək bunu gərək başdan deyək və bu dəstkarlıqlar, cəhəllər ki olub, bunlara da bir işarə eləyək. Baxın, əgər başdan istəsək deyək, dünyada türkləri bağlılar Yafisə, Nuhun oğluna, Əxbarul Hukəma, səhifə 11. Mən bu adda deyəcəm, çox üzr istəyirəm. Bilirəm ki, şayad indi yuxuz da gəlir, bu deşdində lap adamın yuxusu gəlir. Çünki bunlar elmi bəhsdilər də. 100 il bundan qabaq Mala Nəsrəddində bir karikaturi çəkibdi. Bəlkə demişəm qabaqsan burada. Oturublar 2 dənə xoruz döyüşdürürlər. Karikaturi 100 il qabaq çəkibdi ha. Oturublar xoruz döyüşdürüblər. Tərəf çönübdü yoldaşına deyir ki, heyfdər adam bu mərəkəni qoya, dura gedə məclisə nümayəndə seçə. Onda da çox əhəmiyyətli bir zad idi. Güman gedib rəyzat vermirdilər, hələ məclisin əhəmiyyətini bilmirdilər. İndi də burada heyfdər adam bu belə minlər kanalı televizyonu boşluya.
Baxın, vallah burada indi Eliyar bəy də, Çimiya bəy də, Çimiya xanım da, Elmira xanım da, mən də, Özgür bəy də hamımız söyürdük elə biz dindi. Heç olmasa kebab bişirməsəydik bağda, dağda, gedəydik bir piyadə rəv eləyəydik. Amma əgər zaman qoyuruq, bundan ötürü nə bizə pul verirlər, nə Əliyov mənə pul verir, nə Ərdoğan verir, nə Sipah verir, heç kəs mənə pul vermir. Hesablamamı da hamı eləyə bilər, kontrol eləsin. Biz fəqət bunu gəlirik, deyirik ki, tarix aydınladaq cavanlarımıza. O qədər propagandayı vardı, məsmum ki, bunun içərisində bu zəhri dadaq aradan aparaq. Və ona görə buna lütfən hövsələ ilə diqqətlə qulaq asın, bu adları desəm. Və çalışıram ki, əlbəttə bu cür nəqli qolla, xatirə ilə, şeirlə, bu cür söhbətlərlə də qoymayam yuxuz gələ. Uyunan əxbar, cildi 2, səhifə 90. عقدالفرید جلد 3 صفحه 258 تاریخ گزیده دمشقی صفحه 25 حبیب السیر جزء 16 جلد 3 صفحه 3 التفهیم صفحه 195 Məcmuul Təvarixul Qisas bunların hamısında bu şəkildə gəlibdir ki, Həzrəti Nuh 3 dənə oğlu var idi. Sam idi, Ham idi, Yafs idi. İndi şayət deyəsiniz, məsələn, ay Ağbayraq, bunlar axı bizim nə dərdimizə deyəcək? Bunlar nəqildirlər, əfsanədirlər. Heç bunlar var idilər, yox idilər. Bu günəcən biz 60 bölümü elmi getmişik. Yəni hamısına arxeoloji, bastanşünasi sənədlər gətirmişik, məntiqi dəlillə demişik. Bu günləri mən rivayətlə gedirik. Çün rivayətlə bizi məsmum eləyiblər, bizim çarəmiz yoxdur ki, biz rivayətləri də deyək. Yəni o əfsanələr, bilirsiniz, vəqti biz bu günlərimə Herodotdan məsələn danışırıq, deyirik ki, Herodot bu cürsünə deyib Azərbaycan moridində, çünki Herodotdan kuruş yaraldıblar, darüşü yaraldıblar. Herodotda xəşayar bilmirəm neçə milyon nəfərlə gedir, heç bilmirəm o zaman milyon var idi, yox idi. Və 300 nəfərlə dava edir və 300 nəfər bu neçə milyon nəfəri aradan aparırlar, şikəst verirlər. Yəni əgər Herodotdan onlar bu belə nəql cürrənib bizim tariximizdə, icazə verin deyək də. Qoyun Herodotdan söz gəldi, buna da vədə verdim bayaq Telegramda, bunu da deyim. Baxın, Kitab-ı 4-də, bənd 191-də deyir ki, Libinin batı tərəfindəki adamların başları it kimindir. Bəzilərinin başları yoxdur və bəzilərinin gözləri sinələrindədir. Herodot ki, bizə onu Allah eləyiblər, bizə onu peyğəmbər eləyiblər. Bütün Herodot kuruşdan belə dedi, bu cür dedi, bu cür dedi. Gəlin Herodotun bunları da eşidin. Sakaların kuzey tərəfində deyir adamlar var, ayaqları keçidi. Sonra da hələ gəlir inandırmasıdır. Deyir, mən əlbəttə bunu inanmıram. 2000-ci kitabında, bənd 75-də, bunu da deyim ha, Herodotun kitabı 13-cü qarni miladda yazılıbdır. Yəni əsl nüsxəsi yoxdur. Amma hələ biz onlarla deyirik. 2000-ci kitabda, Herodotun 2000-ci kitabında, bənd 75-də deyir Ərəbistanda böyük ilanlar var, çox böyükdür. Və onlar baharın ilk zamanlarında Misrə tərəf uçarlar. Yaxçı, sonra da deyim, mən o məhəllə özüm getmişəm, onların sümüklərini də görmüşəm. Əlbəttə bir seri quşlar da var, heç qoymurlar onlar uçsunlar. Bu gəlir vaxtı maddan danışır, Azərbaycandan, kaduslardan, albanlardan, sakalardan deyirik. Biz hələ durmuşuq bundan istəyirik özümüzü isbat eləyək. Bu adamın sözləridir. Nəinki yalancıydı ha. O zaman oturmuşdu öz kəndində, dağın dibində və hər kəs gəlirdi, ondan bir sözləri soruşurdu. Bu kitabı fərzən yazırdı. Özündə kitabı yoxdur, elə dildən dilə gəlib yetişibdi. Bir zaman bunlar kitab olublar. Ona görə bugün qınamayın əgər mən bunları deyirəm. Həzrəti Nuhun dedik, 3 dənə oğlu oldu. Samdı, Hamdı, Yafəsdi. Və Sama ortanı verir Əsmərlər, Əraq, Yəmən və Ərəblər ki, deyir Sami nicaddılar, oradan qalıbdı, Samlandılar. Hami nicadlar, onlar ki, Hamlandılar, onlar Güneydədilər. Hindidir, Yunandır və Qərələrdirlər, onlar ki, üzləri qərədir. Üzləri ağlar və qırmızılar ki, bizlər oluruq, Koyjin və Qafqazı nicad ki, Azərbaycan nicadıdır, bunlar Yafistəndilər. Bunlar da kuzeydədirlər ki, buna Jafist də deyiblər. Əlbəttə,
Buna Olcay xan da yazıblar. Biz baxanda Cami Təvarixi Rəşiddin Fəzlullah Həmədanidə vaxtı tarixi Oğuzu yazır, gəlir deyir ki, Şəcəri Oğuzlar kimlərdilər? Oğuzlar Türkmənlərdilər. Türkmənistan və Şimali İran. Azərbaycanlılardılar. İranda olan və Cümhuri Azərbaycandakılar və Qafqaz və Gürcüstanda da, Ermənistanda da vardılar bunlar. Və bir də Türkiyəlilər. Bu quruh Oğuz qrupundandır. Türklərin bölümləri ki var, Oğuz qrupundandılar. Xacə Rəşiddin gəlib bunların tarixini yazanda Şəcərənaməsində bu cür yazır. Deyir ki, Oğuz xan 4000 il bundan qabaq yaşırdı. Gərəxanın oğlu idi. Gərəxan Dip Yavqunun oğlu idi. O da Olcay xan həman Yafəsdir və o da Həzrət Nuhun oğlu idi. Yəni 4000 il bundan qabaq gəlir bir dənə Şəcəri düzəldir ki, bizlər Azərbaycanlıları yetiririk Həzrət Nuha, Yafəs qrupundan. Yafəsin uşaqları kimlərdilər? 1. Çindir, oğlundan deyirəm Yafəsin. 1 Çindir, 2 Türküdür, 3 Xəzərdir, 4 Mənbəldir, 5 Rusdir, 6 Miskidir. Miskin də oğlu Yəcuc Məcuzdur ki, bunu bilirsiniz, eşitmisiniz. Bəs 6 da bunun oğlu var ki, biz türklər oluruq elə bir Xəzərlərlə, Ruslarla, Çinlərlə, Misklərlə və Mənbəllərlə bunlarla qardaş oluruq. Bu Cami Təvarixdə gəlib. Həman bunlar nəqildilər, hamısı nəqillər. Çünki bu günləri məsələn bunu Eliyar bəy pişnahad elədi ki, biz ələstə bundan danışaq. Ki biz bu rivayətlərdə, tarixlərdə və bunlarda nə cür gəlibdi? Əslən elmi qoyaq kənara, arxeolojiyi qoyaq kənara, burada nə cür gəlibdi? Sonra da Xacə Rəşid gəlir Oğuzları Ərran və Muğanda yer verir. Deyib buradan başladılar və ondan sonra hər nə var idi bu ortada müsəxxər elədilər ki, sonra hətta Kirman, Fars bunları gətirir, müxtəlif yerləri ad aparır ki, Oğuzlar buralarda yer tutdular. Hangi zaman? 4000 il bundan qabaq. Bu müqəddəmə ilə türklərin moridində gəlirik Sakalara. Baxın, çox adam deyir ki, niyə bu belə türkləri yazmayıblar? Hətta İran şəhərlər hərdən məsxərə eləyirlər. Deyirlər ki, əgər siz türklər varsa, türkün adı məsələn 700 il miladıda, 700 il miladıda məsələn görsənibdir. Amma biz baxanda Çin mənabeydə Turuk şəklində gəlibdi. Aşur mənabeyində 4200 il bundan qabaq gəlibdi. Biz bunları qoyaq kənara. Bunlar Saka deyirdilər bunlara. O Saka ya Eskit qabaqçı bəhslərini əlbəttə çox qədim bilmirəm. 2 il qabaq elə bu otaqda danışmışıq. Onlar Eskitdə İç Oğuz yazılıbdı. Aşurlar İşğuz yazıblar. Çün çı yoxları deyir, gəçpəc yoxdur da bilirsiniz ərəbidə. İç Oğuz olub İşğuz və bu kamilən sərahətlə Aşur mənabeyində 4000 il bundan qabaqdan gəlibdi. Onun müadilində Yunanlılar haman İç Oğuzları, yəni tarixlər ki gəliblər müdəvvən eləsinə, onları Saka yazıblar. İndi biz baxanda Osmanlılarla Rumların davasına, Erməni-Müsəlman davasına da öz dilimiz Cəngay Səlibidə, orada biz görürük bunların hamısına Saka yazıblar. Yəni Papius, 2-ci Papius vaxtı Sultan Məhəmməd 2-ciyə namə yazır 1460 miladda. Orada deyir ki, siz ki Sakaların nəslindən nəvadələrisiz. Əlbəttə cavabında bu da yazır, biz Truvaların nəvadələrindənik ki, bu Truva həman Taruyi, Təbrizin adın Aşur şətibələrində yadımıza gətirir. Bu da bir ayrı bəhsdir. Ya biz baxırıq görürük kitab ki vardı, məşhur kitablardan ki vardılar, yüzlər il bundan qabaq, Their Origin in Skate. Burada Osmanlıların nəsəblərin gətirir Sakalara yetirir. Bütün namələri ki o zaman Osmanlılarla Rumların arasında rədd və bədəli olubdu, biz hamısında görürük ki, bunlar deyir ki, siz Sakaların nəvadəsiz. Mənim bir postumda olmuşdu, kitabların əksləri, namələri, onların hamısını gətirmişdim ki, görsəndirdim. İndi əlbəttə siz vursanız, Wikipediyadan soruşsanız, Google'dən soruşsanız, deyəcək, Sakalar İrani Şərqin bir adı idi. Ki biz əlbəttə bunları biz bilmədik ki,
İran aya bir də mərz coğrafiyaydı, bir qomdi, nə mənədir. Çünki bəziləri deyirlər ki, nژادی به نام فارس نداریم. Yox. Hər nə mənədir İran. İran da dili farsdır. Biz bunu nژاد pərəstanə görürük. Fars, Kürt, Türk hamısı bir dənə qovumdular. Deyirsiniz ha, qovmi به نام فارس yoxdur. Onda xop Xəlic Farsın adını çevirin, Xəlic İran qoyun. Çox açıq və aydın, sadə deyirəm, başa tapa bilirsiniz. Əgər nژادی به نام فارس yoxdur, o Xəlicin adı nə mənədir be Fars. Onu çevirin İran elində. Siz ki Persiyəndən hamısını nə mənə hər yerdə ərəbi mənabeydə Fars gəlib, ustanı Fars hamısını İrana çevirmisiniz. Onu da çevirin İran eləyin. Amma burada yol görürük ki, yox. İş əvəz olur və təəssübat zəbanı gəlir qabağa. Herodot kitab əvvəldə, bəndi 104-106-da deyir Sakalar Kimriləri Avropadan çıxardandan sonra Asiyaya girdilər və Mada gəldilər. Madın bəhsində bizim Clubhouse için Mad varımızdır. Bilgəmiş podcast'da da Telegram kanalında axtarış vursanız, dostucu vursanız Mad bunu eşidə bilərsiniz. Dedik ki, Mad adında bir zat yoxumuzdur. Maddan bir dənə sınıq kasa tapılmayıb ki, deyəsiniz Madın xətti vardı, Madın lüğəti vardı, kətibəsi və heç zat yox idi. Fəqət Yunan əfsanələrində bu gəlibdir. Hər nə mənə var mannadır. Mad dedik ki, Aşur dilində Beynun Nəhreyn əslən dillərində, yəni yurt və mannanın yurduna madda deyiblər. Və sonra bunu bu ünvanı bir dənə qom, bir dənə sərzəmin ediblər və madlar gəlib bizim dərs kitablarımıza. Biz bunu mad bəhsində dəlail elmi ilə şərh verdik. Bu, yəni 7 qəbl az miladda Herodot bundan söhbət eləyir. Orada bəs görürük ki, Sakalar Madın torpaqlarına gəlirlər. Biz orada görürük ki, bəs burada Saka var idi. Saka da dedik İç Oğuzlardılar, haman Türklərdilər. İstrabon kitab 11 coğrafiya kitabında fəsl 5-də deyir ki, Gilay və Ligay Saka qohumlarından, tayfalarından idilər ki, Amazonlarla Albanların arasındadılar. Amazonlar bəhs eləmişik. Amazonlar ki, Azərbaycanda deyirlər, haman əmziyi olmayan, çünki bunlar bir əmziklərini kəsirdilər ki, oxu rahat vursun at üstündə bir xanımlar idilər. Bu Amazonlarda bilirsiniz, Qaradənizin həm şərqində, həm üstündə, həm altında var idilər. Bu burada deyir ki, Albanlar ki, Qafqaza deyirik. Bunu Mirəli Seyidovda da Albanları bəhs elədik ki, Alban yuxarı uca yerlərə deyirdilər Türküdə. Bu deyir ki, Gilay və Ligay Saka qohumlarından idilər, bunların ortasında yaşırdılar. Ki Gilay haman Gilanı yadımıza saxlayır, Ligay Ligvanı yadımıza salır. Bunların da bəhsi ayrı. 3 mورد ki, burada istəyirəm deyəm, Atropat nədir? Bu Azərbaycana deyib sərahətlə. Mənabə Yunanı da İranın kuzeyində batısına deyib, şumalı qərbinə deyibdir. İstrapon ona Atropatyan deyibdir. Atropat yəni mad deyibdir özü də. Bəs biz bilirik ki, bu mada irtibatı vardı. Biz ona görə icazə versəz Aşuriyandan sonra bu Yunana da baş vuraq. Mən fikirəm, yarım saatim qurtuldu. Çox sağ olun Ay Döktür. Əgər dostlardan söhbət olsa, mən Maykə əgər Özgür bəyin bir söhbət olsa, bir qıssa orada eşidək. Əgər olmasa, idami bəhsi eşidək. Dostları da ki, əl qozurlar və ya nəzərləri, fikirləri var deyib, fikirəm 2000-ci bəxşidə onları alsaq üstə çox məmnun olacağım. Mən son aşağıda görürəm, əl qozurlar və yazırlar. Qurban sizə, əgər söhbət olan varsa, Özgür bəy buyurun, yoxsa biz görüşürük. Yaşasın deyirəm Eliyar bəy. Təşəkkür edirəm bu gözəl otağa görə. Hər şeydən qabaq mən salam verim. Cimi xan başda olmaqla dəyərli ustadımız cənab İbrahim Ağbayraq vəxtlərinə görə, bu dəyərli bilgilərə görə ki, bizi onlarla bilgiləndirirlər və eləyə bilirik tariximizə malik olaq və sahib çıxaq. Mən Eliyar bəy həmişə kimi deyəcəyəm ki, hardan bizim səsimiz gəlir və yoldaşlarımızdan həmişə istəyəcəyəm ki, hər kəs yetər bir nəfərə paylaşsın, bir yoldaşına paylaşsın və ondan da istəsin ki, o da elə bir nəfərə paylaşsın. Əgər biz bunu yerinə sala bilsək, çox böyük iş görə bilmişik. Dostlar, bizim səsimiz indi Türkmen aləm mahvarəsindən 52 dərəcə şərqdə yayılmaqdadır. YouTube'dan canlı gedirik, Instagram'dan canlı gedirik.
İki dənə saytımız var. Haray.net və harayradio.net. Hər ikisindən də canlı getməkdədir. Yaşasın deyirəm Eliyar bəyə və yaşasın deyirəm bütün yoldaşlarımız ki burada vardı və bizlə ayaq bir və səs birdiler. Sağ olasınız Eliyar bəy. Buyurun lütfen. Mən də təşəkkür edirəm. Bütün dostlara da mən hamı ki zəhmət çəkirlər, hamıdan təşəkkür edirəm. Ay doktor, əgər söhbətinizi idamə buyurun, ondan sonra o birisi dostlar da çağıracaq. İstəyəcək, Kimya xanımın söhbətiniz olsa və ya Elmira xanımın siz də eşidək. Buyurun. Salam arz edirəm. Tamam dostlar, xüsusən aşağıda Dr. Ziya Sədül Əşraf cənabları vardılar. Dəvət eləmişəm Dr. Əsəd Təğizadə, Ayəli Süleyman. Tamam dostlar, Dr. Ənzabi, hamısına salamlarımı arz edirəm. Böyüklərimizdirlər, tacirlərimiz. Tamam dostlar, hər halda bir ad aparmıram və çox təşəkkür edirəm Dr. Rəhəm Ağbayraqdan bu gözəl itilatı ki bizlə ortaya qoydular. Xoş gəlmisiniz Dr. Ziya Səd. Eliyar bəy, mayk sizdə, buyurun. Məmnunam. Elmira xanım, sizin də söhbətiniz olsa bir dəfə istəyirsiniz indi danışasınız ya axırda daha ay doktor eşidək. Buyurun Elmira xanım. Bəli, çox sağ olun. Salam arz edirəm əziz dostlara. Hər vaxtınız xeyir. Siz əzizlərdən çox təşəkkür edirəm. Sayın Doktor Rəhim əzizimizdən, ustadımızdan da çox təşəkkür edirəm. Çox gözəl otaqdır və həmin əzizlərdən ki bizlə hər zaman bərabərdirlər. Çox təşəkkür edirəm və iradətim kamildir. Əzizlərə, ustadlarımız ki audiensdədirlər və ümid edirəm ki vaxt olsun o əzizləri də eşidək. Yenə sizdən Eliyar bəy, əziz Özgür bəydən, Kimyacan, əziz Kimyacandan da təşəkkür edirəm ki həmişə kimi zəhmət çəkirlər. Çox sağ olun, yaşayasınız. Sizlə bərabər otaqda huzurumuz var və eşidirik əziz ustadımızdan və öyrənirik. Çox sağ olun. Sağ olun. Ay doktor, idamə buyura bilərsiniz və o biz dostlara da 2-ci bölümdə gətirəcək. Məsələn, Xaya bəy aşağıda görürəm, çox xoş gəldim deyirəm. Bəli, o birisi dostlara da bir üstə çəkə bilərik. Buyurun ay doktor, siz də eşidək. Çox sağ olasınız. Mən də ustadlarımıza salam verirəm və bu gözəl söhbətlərinizdən təşəkkür edirəm. Yarım saatdan bir mənə də bir zamani olur da mən də yaşlanıram bala. Ki məcali olsun bir su içsəm və istirahət edeyim 2 dəqiqə ta eləyə biləm bəhsi 2 saat aparaq qabağa. Baxın, Aşuriyanda biz deyirik ki, kətibələrində turkum var. Mən gəldim bunu araşdırdım. Hətta o kətibələrin əkslərini qoydum. Nə cür yazılıbdı altlarına çizgi çəkdim, xətt çəkdim və tozih verdim ki, bu kökü törənmaqdan yazılıbdı. Pəs dəqiqən haman türküdür ki, indi biz işlədirik. Çünki bizim də bütün alimlərimizin muttəfiqul qol etiqadları budur ki, türk törənmaq kəlməsindən gəlib. Əlbəttə durmaq mənasında bir yerdə iqamətdən də deyirlər bəziləri, amma ümumiyyətdə budur ki, törənmaq. O da üçün törənmaq kökü ilə yazılıb, üçün xətti mexinin neçə növü vardı da. Mən etiqadım budur ki, bu haman türküdür. Əlbəttə, orada yazıb türküm. Aşur dilində yəni yurt. Və biz görürük ki, məsələn, Quti yazılıbdır. Yəni qutların yurdu. Bizlərə aşağılığımızda olurlar. Azərbaycan və Urmuc gölünün ətrafındakılara türküm yazıblar, türk yazıblar. Bunu əgər mənim kanal Telegramımda üzvsüz eləyə bilərsiniz. Şamşara arşiv adında cüstücü vurasınız, axtarış vurasınız. Bir İngilisi kitabı gətirəcəkdir. Jessifer A.M. və Jürgen Lushe'dən. Siz eləyə bilərsiniz görəsiniz bu 2008-də çap olubdur. Yəni çox qədimi kitab, dərcəli kitabların biridir və bunu Danmarkın mühəqqiqləri yazıblar. Bər əsası bu iki danışgahdan göndərmişlər bu mühəqqiqləri 1957-də. Təht nəzərə Abdülqadir Təkriti. Bunlar getmişdilər. Suriyədə axtarmışlar. Marini, Rimahi, Şamşarani o təpələrdə. Və baxmışdılar o kətibələri ki, o kitabxanalardan çıxmışdı. Kətibəhay, palçıq kətibələr, lövhələr və lövhələrin 2000-ci nüsxələrin Bayqanda saxlardılar. Məsələn, indi Azərbaycanın şahına, türklərin şahına bir kətibəyə yolla nameyi göndərirdilər. O 2 dəfə yazılardı. Bir üzün, elə bir karbondan deyə kopu çıxardırıq, saxlayırıq da, bir üzün saxlardılar orada. O bir üz orada qalıb,
Amma bu Azərbaycandakılar Allah bilir hardadılar. Ya çıxacaqlar gələcəkdə, ya çıxıblar və irtibatda olubdur. Biz bunu bilmirik feylən bu ləhzə. Nevisəndələr cəlibdir. Bu kitabı oxusaz görərsiniz ingilis kitabı. Yazıblar ki, biz təəccüb edirik ki, bu adı Sumer lövhələrində niyə boykot ediblər? Niyə yazılmayıbdı? Ya yazılıbdı? Aya bunu yazanda o lövhələri qoyublar kənara türk modunda ad gələndə. Çünki bunlar ingilisli deyirlər, fransəli deyirlər, amerikalı deyirlər, yəni xətti masonadan ayrı Danmarklıdılar. Təəccüb eləyiblər bunlar. Və cəlib budur ki, indi biz o kətibələrə baxanda, o kitabın axırında kətibələrin əksin, onların istinsahın, onların mənlərində gətiribdir. Mən bunu PDF-in qoymuşam ora. Orada buranı bu şəkildə yazılıbdır. Yazıb Turukan, Turuki və Turuk və Turukum 4 şəkildə. Türkan ki, an özü bilirsiniz də, məsələn, Beyləqan, an bir ekdir, pəsvəndidir gəlir. Turuki, təzəşdən məsələn, Ərdəbili, yine burada ekdir. Turuk ki, haman Türkdür və Turukum ki, dedi, aşure ekdir, yəni yurt. 4 şəkildə bu gəlibdir. Burası şayət cəlib olmuyor, burası daha cəlibdir. Buranın şahının adını, yəni şahlarının adını 3 şəkildə yazıblar. Bir Türk T yazıblar, Türk D. Bir Türklu yazıblar, eynilə bir yazırıq Bəyatlu, Əfşarlu. Türklu yazıblar. Bir də Türkmiş yazıblar. Necə biz dedik, məsələn, Sumerlərdə Bilgəmiş var, ya məsələn, Türklərdə Toxtamışxan var. Mış da bəs adların ekidir və biz burada Türkmiş də görürük, işlədiblər. Bu da daha ilgincdir. Türkti də T ilə yazılıb, yəni tin və diri bu köklə yazılıbdır ki, bunu da sonralar bəhs eləyəcək. Hangi zaman burada yaşayırdılar? 5000 il ta 3500 il bundan qabaq Azərbaycanda. Yəni bir İran şəhri. Dura indi sizə deyək ki, türklər burada yox idilər filan. Mən bunu deyirəm ki, mühümtərin sənətdir ki, bu burada var idi. Kitabı var, biz yazmamışıq. Türkiyəli yazmayıb, Azərbaycanlı yazmayıb, indi yazmayıblar. 1957-də, 2008-də burada çıxmayıbdı. Lövhənin üzü var, istinsaqı var, pəsvəndiləri var. Yer, yurdu müşəxxəsdir. Əgər siz baxsaz, biz keçən seri Əmir Teymura görə danışdıq. Mən Əmir Teymuru, yoldaşlar bunu pəxş edəndən sonra bu səsləri və ondan sonra mən Telegram kanalıma qoyandan sonra orada şayad 5000 nəfər, 10000 nəfər, zaman keçdikcə hətta 20000 nəfər onu orada eşidirlər. Amma bərain ki, bunu çox adamın hövsələsi yoxdur, vaxtı yoxdur, interneti çəkmir, gələ bunlara baxa, qulaq asa, mən bunun anonsun 1 dəqiqə, 2 dəqiqə arasında Instagramda gətirirəm, özət və xülasəsini deyərəm. Yəni o çəkidə sözün əslisi nə mənə idi? Əmir Teymur kimdir? Və bizim istintacımız, nəticəmiz nə mənədir? Siz orada baxanda görürsünüz neçə 100.000 nəfər orada bunu eşidir. Bu seridə indi ömr ola, qismət ola inşallah deyək. Biz gələn həftə ya bu həftə bunun anonsun, bunun Telegramda təbliğin vursa, Instagramda təbliğin vursaq, bu şəkildə vuracaqdır ki, qədimtərin adı ki, türklər Azərbaycanda gəlib hardadır? Və mən bunu işarə eləyəcəm və orada bu sənədlər, əkslər, kətibən, təsviri ki, muzədə vardı, fikirəm Luvurdadır. Onu da qoyacaq ora. Amma onlar ki, otağı bu ləhzə tərk eləməyiblər, bu ləhzədən qalıblar, hövsələlər çəkibdir, bir dənə bizzat uturlar bu ləhzə. Şayad ilk adamlardılar ki, əvvəl dəfə bunu eşidirlər. Çünki bilirsiniz, bizim mühəqqiqlərimiz duraq huzurda deyim, bir tedadı vardılar ki, gedib axtarmırlar. Elə hər kəs nə mənə deyib, onu bunu oxurlar, özü də farsi mənbələrdən. Yəni nə ingilis mənbə oxur, nə aşure mənbəyə gedir, nə ebri mənbəyə gedir, nə yunani, heç birinə. Və hər kəs tərcümə edib, fəqət onlara baxırım. Bu olmaz. O ki, mən özüm axtarmışam, bunu ilk dəfədə deyirik və burada bu otaqda deyilir. Əlbəttə, burada deyiləndən sonra görürsünüz ki, nə qədər yayılır da. Yəni, bu, məsələn, fərz eləyək, 1 milyon nəfər mənim öz peycimdə görür bir videonu. Amma o 1 milyon nəfər nümayəndə 40 milyon nəfər türkdür. Sonra mən görürəm, biz keçən cələsələrdə
Qacariyədən danışdıq, Abbas Mirzədən danışdıq. Ondan sonra nəhayət mən klip gördüm. Nəhayət gördüm ki, mikrofon tutur, məsələn, Qacariyə, Əhdnamə, hətta öz ziyalılarımızda mən gördüm ki, tweet vururlar, yazırlar və Qacariyə görə baxışı islah edirlər, tədil edirlər. Biz ağ və qərə görmürük. Ey yoldaşı ki, oturmusan dünyanın başında, televizyonda mənim moridimdə danışsan və qəzavət edirsən və deyirsən ağ və qərə görür. İttifaqən biz ağ və qərə görməmişik. Günahımız budur. Və əgər məhkum olmuşuq da, bu dəlillə görədir ki, bu türküdür, o bunu bütün düzün deyəcək, bu cürsünə yaxçılığını deyəcək. O cür olmayıb. Biz yaxçısını da demişik, pisini də demişik, yaxçısı da özümüzündür, pisi də özümüzünküdür. Bu əvvəlin dəfədir eşidirsiniz. Əgər Atropatın adın büyünəcən biz Atropat adında Mənabə-i Yunan'da eşitmişik, yəni Azərbaycan dedik, lap qədimi tərin adlı Atropat şəklində gəlibdir və bu gün yurd ünvan dişlənir. Əvvəl dəfə burada eşidirsiniz. Xorsabaddan kətibə çıxıb Əraqda. Kətibə 201, xətti 48-də 2000-ci sarğın Azərbaycana həmlə eləyibdi. 714 qəbl əz milad 8-ci ləşkərkeşisində buranın adın Antarpati, Andirpatino və Andarpati yazıbdı. Əgər biz xətti mixidə n ilə t-ni z, yəni dalza səsi verir, o şəkildə oxusaq, Azarpati, Azdar, yəni atar və azır oxuruq. Və biz bu görürük ki, 3 dəfə buranın yurd ünvanında. Çünki baxın, dəqiqən mən bunların əkslərini də qoyacağam. Bir əvvəlində bir dəfə kür yazıbdı. Kür, aman biz qır demişik, Şahmərsi lüğətnaməsinə gəlib. Yəni yurd, yəni mərz, yəni topraq və kiran, kərpiş, bunlar hamısı da oradan gəliblər. Yazıb kür, andir, patyani. Burada n da vardı, atropat. Orada şayad n yoxdur, atropaten soralar gəlibdi. Burada n da vardı və andur, pati, anu. Bir dəfə də uru şəklində gəlib. Uru yəni şəhər, yəni yurd. Uru ki, biz qabaqcan bəhsini eləmişik, hörmaq, hörümcək, bafdən, şəbəkə sazı, tükörmaq, yəni bunlarda bəhs eləmişik. Be ünvan şəhər həm Aşur dilində, həm Sumer dilində, həm Türk dilində ki, Urmiyədə, Urumçuda, Urumkəndidə, bunlar hamısında biz görürük ki, var. Amma ondan cəlib budur. Əsərhədun ki 681-668 qəbl əz milad yaşırdı, bu da haman şəkildə gətiribdi. İndi deyirsiniz ki, bəli, Ağbayraqdır da, qoşdu da, bir söz dedi. Mən bunları özümdən demirəm. Kontrtizon, Pinze, Rost, Perşək, Kluber, Hinireçens. Bu 6 danışmənd də kitabların cəlibdir. Oxusaz, deyirlər ki, bu şəkli əvvəliyyə nam Azərbaycandır. İlk Azərbaycanın adı bu şəkildə gəlibdir. Mən fəqət bunu gün üstünə, gün işığına çəkirəm, çıxardıram. Yəni təhqiqi ki, məhcur qalıb. Pəhləvi məlun و nicat pərəstir ki, yarım qərn bunların xəfələdi, kitabları dağıtdı, nabud elədi və itirdi. İndi bir fürsəti, zamani bu fəzai məcazda köməklik eləyibdi. Adilanə bir fəzai olubdu. Mən gətirəm qədimi təhqiqləri, adlarını da burada dedim. 10 seri gedin Telegramda qulaq asın, bunları araşdırın, baxın və hər sərə baxdıqca görəcəksiniz ki, əcəb, məsələn, bunlar təhqiq eləmişdilər, bunlar məqalələrində yazıblar ki, bu Atrpati və Andirpatiyo və Azarpati, bunlar Azərbaycanın adıdırlar. Hangi zaman? Qərn 7 qəbl əz milad. Yəni biz gətiririk. Büyünəcən ki, deyirlər, Wikipediyada hər yerdə yazırdılar ki, Azərbaycanın adı əvvəl dəfə Yunan mənabeyində Atropat Sərdan Namiyə İrandan gəlibdi. Biz deyirik, qardaş, bu nəqilləri qoyun kənara və gedin 400 il ondan qabağa Sargon, 2-ci Sargon və Sərhədundan Aşur mənabeyində bu adı görün və bu mühəqqiqlər də təyid ediblər ki, bu Azərbaycan adıdır və biz ilk dəfə orada da Sərhədunda da bir dəfə kür yazıb bunun qabağında və bu isbat edir ki, bu yer adıdır. Və cəlib budur ki, kürlərin birinin Sərhədun
674 qəbl az milad kətibəsində yazıb Aşquzağa. Aşquza ki kür, yəni yurd ki iş oğuzlarındır. Ki dedik orada çı yoxdur, şi yazıb iç oğuzlarınkidir. Və bundan dedi ayəti behtər az می‌خواهید. Gəlin bu gözəl söhbətdən sonrakı ilk dəfə eşidirsiniz, gedək Yunan mənabəyinə. Bu surətdə Atropateni, Atropatius Media, plus Patene, Patenu, Patius. Bunlar hamısı S-D, N-D, bunlar hamısı ekdirlər. O ki əsaslı Atropatendir. Buna görə müxtəlif dəlillər gətirirlər, rivayətlər gətirirlər. Mən öz baxışımı dəfələr demişəm, xülasəsi budur ki, Pat Beynün-Nəhreyində, Sumer dilində ki, bizim kök dilimizdir, ana dilimizdir və bu isbat olunacaq. Bu gün olmadı, bu yapay zəka, huş məsnəvi 3 il sonra da bu qətlən təyid eləyəcək. Çünki qaçılmaz danışır ki, bu belə tez-tez böyüyür, bu imkanı yoxdur ki, da gizlədə bilsinlər. Neçə il sonra? Şayad 2 il sonra, şayad 5 il sonra, şayad 1 il sonra bu isbat olacaq. Heç cürə isbat olmaz. Professor Ziya bəndəni dəvət elər. Mən gəlirəm orada muzədə neçə seri konfrans verirəm. Danışmənləri yığarıq orada. Bərrəs elərəm, mütməinnəm %100 qane olarlar. Çünki onlar bilirlər də mən nə deyirəm, mən bilirəm onlar nə deyirlər. Bu loqoqramı hardan yazırıq, hangi kətibədə gəlibdir, nə şəkildə gəlib, nə səsləri verir. Şayad 5-10 nəfər olurlar ki, bu aşurşünaslar, sumerloqlar bilərlər nə deyirəm. Və əgər türkdəki sənədlərlə qoysaq bir yerə ədədləri, əzای xanavadə, əzay bədəni, yer, yurt, heyvan hamısını deyəndən sonra da xub biri qoşma olar, ikisi nəql olur, üçü olar. Qardaşım, mən kitabımda 6000 dənə lüğəti tətbiq vermişəm. Demirəm hamısı eyni həmdilər. 5000 il zaman çəkibdir. Bu digərgəşt olubdur, çörülübdür, avalar əvəz olublar. Amma bunu bir zamanı inşallah mən gedib burada dif eləyəcəm, bəhs eləyəcəm. Bir Strabon 63 və 64 miladdan qabaq ta 24 miladdan qabaq Strabo, ki biz Strabon yazıldı da burada. Coğrafikarda kitabı 11, bəxşi 13-də deyir madın o biri bölümü Atropatdır. Bu hakim Atropatdan götürülübdür. Pəs o zamanda bu Atropatı yurd bilir və bunu hakimdən deyir və haman nəqlin üstündə bunlar qoşulublar. 2000-ci səfədə bunu sildirir, yəni bizlərə qısaldırır. Atropatına deyir ki, deyir Yunanda Atropatın, yəni yurdu. Pat Sumer dilində, yəni dağıtmaq, pəxş olmaq, patlamaq biz deyirik indi. Nəşr deyirlər bunu ərəbidə. Atur və Atur, Otur, Azər hamısı bunların bir kökdəndir, yəni ot. Yəni günəş. Günəşin patlayan nəş müntəşir olan yeri. Əlbəttə, bunu bat da deyə bilirik. Bu 2000-ci fərziyyəmdir mənim. Süm vaxtı deyirik Ağbatan, Ekbatan ki deyirlər. Yəni günəş orada batırır. Çünki qədim zehniyyət bu idi ki, yer safdır, günəş batır yerə, qərbidə və yerin altında qərə inə ilə güləşir, əhrimənlə savaşır və şərq tərəfdən Tazaşdan toprağın altından çıxır eşiyə, dağlardan, sudan, bunları yazıblar müxtəlif mənabeydə. Amma əgər Atropat, yəni gün burada batır, qərblərin nəzərində, ya gün burada pəxş olur, bu elə otur ki, ya atır, ya otou ki, Sumerdə də bu mənada gəlib, lüğətnamə Şahmərsidə də bu gəlibdir ki, biz günəşə ato deyirdik, otur deyirdik, otov bəşləyin. Çünki bunlar hamısı müxtəlif qəraətlərdirlər ki, bu loqoqramda Sumerdə oxuyublar ona görə. Haman şəkildə biz görürük ki, bura yurdudur. Necə dedik, Türk isbat edir ki, Türkün yurdudur Aşur mənabeyində və biz gəlirik 3 Polibius, qarni 2 qəbl az milad. Yəni 2200 ildən qabağın söhbətidir. Bu kitab 5, bəxşi 44-55-də Madın və Fərmanrəvaların adında Artabazans yazıbdır ki, bu da Azərbaycana bənziri və şayad bir ayrı bir karakterdir. Diodor Sisili, qarn əvvəli qəbl az milad. Kitab 18, bəxşi 3, səfiyyə 3,
در مورد 323 قبل از میلاد danışanda İskender'in ölümünden sonra Şimal Madın quzey tərəfin Atropatın hakimiyyətinin altında bölür. Arian qarni 2 qəbl az milad Satrap Madda Atropatist adı aparır və kitabı 3, 6, 7-də Atropat yazır. Batlamyus da Atropaten yazır. Pəs bu Yunan mənabeyində görsədir ki, bura tanınmış və müşəxəs bir coğrafiyayı bir yerdir. Amma məsələ orada cəlb olur ki, biz əgər bir həlqeyi Sasanlar zamanında, əlbəttə Sasanlarda da gəlibdi bu ad. Siz Dərbənd kətibəsinə ki, Aramı xətti ilə yazılıbdır və ona yalandan Pəhləvi deyirlər. Çünki Pəhləvi adında bir xətt yoxdur ki, Aramıdır. Araminin heç fərqi yoxdur. Yox, orada Məlik yazılıbdır. Siz Məlik oxumayacaqsınız, Şah oxuyacaqsınız. Bu oldu Pəhləvi. Bu nə sözdür? Orada Aramı xəttə Adurbatqan yazılıbdır ki, biz Azərbaycana görürük təhəvvül ki olubdur, daha yaxınlaşıbdır. Amma Sasanlıları vaxtı görürük ərəblər gəldilər, İslam həmlələri şikəst verdilər, aradan apardılar. Biz ilk dəfə Nəhcül Bəlağədə görürük. O zaman ki Həzrəti Əli əleyhissalam fərmandar Əşəs ibn Qeysə yazır ki Əl-Əşəs ibn Qeys və huvə amil Azərbaycan. Amil deyəndə yəni padşah, yəni hakim, yəni vali dəyirdi, fərmandar dəyirdi, ustandar dəyirdi. Bu bir dənə böyük bir karakter idi. 5 qismətə bölünmüşdü Həzrəti Əli zamanı. 5 dənə yurd idi İslam dünyası və biri Azərbaycan idi. Əhəmiyyəti bu vahidi siyasi istəyirəm göstərəm. Şayət bəzilər tərcümələrdə gətirirlər Əl-Forsi, Forsi deyirlər ki, İran. Yox. Fors, Əl-Fors, Əhlül Kirman, Əhlül Fors, Əhlül Xurasan, Sicistan, bunlar hamısı vahid Bəsrədən idilər. Yəni əgər kişvər bir mənayı büyün nəzərdə tutsa, kişvər Bəsrənin huzəsindən idilər. Bu göstərir ki, hətta bu dini biz baxışından baxanda da, yəni İslam dövründə Azərbaycan bir mühüm bir qismət idi. Siz baxın, Türklərin moridində gəlin bir Kaşqəridən deyim, bunu idamə verək. Kaşqəridə məsələn 1000 il qabaq deyir ki, mən Məscid Buxarada rivayəti eşitdim ki, gedin türkü öyrəşin. Çünki Peyğəmbər deyibdi ki, türklərin uzun hökmranlıqları olacaqdı. Ya bir qismətində Kaşqəri 1000 il qabaq deyir, yazır ki, Allahın bir ləşkəri var, Türk adında şərq tərəfində. Və onları uca yerlərdə məskən vermişəm. Hər vaxt bir qovma hislənsəm, onlara müsəllət elərəm. Yəni, baxın, türkləri Allahın ləşkəri tanıyıbdır. Rivayətlər 2000 il qabaq yazılıb, düzdür, yalandır, mənbə vardır, yoxdur, mənim işim yoxdur, mən bunların mütəxəssisi deyirəm, rivayət hay dininin. Amma به هر حال 1000 il qabaq bu səbt olub bir kitabda. Və orada türklər Allahın ləşkəri adı aparılıbdır. Bu da çox cəlibdir, əhəmiyyəti türkləri göstərir. Bu ünvan Niruy ki, sonradan da görürük vaqəən də İslamın ləşkəri və dinin ləşkəri türklər oldular dünyada. Əl-Qeybə İbn Əbi Zeynəb, Muhammed İbn İbrahim Nəəmani 360 Hicri qəməridə fot edibdir. Bu İmam Cəfər Sadiqdən bir rivayəti deyir ki, deyir Həzrəti Məhdinin zuhurunda bir quruhi ki, Azərbaycanda qərə paltar giyəcəklər, qərə bayraqları olacaqdı. Onlar əvvəl ilk gedəcəklər İmam Rizanın ziyarətinə, sonra Məkkədə quruh İmam Məhdiyə qoşulacaqlar. Bu da mühimdir. Və sonra haman kitabda deyir ki, Azərbaycanın imanı zəruridir, çünki heç zat onların qabağında dayana bilməz. Azərbaycanda o tiy yaranacaq, onların qabağında dayanmayın. Yəni, gedin oturun evinizdə. Abdullah ibn Zumre Kəbul Əhbarda nəql edir. Cəngi olacaq Fərzəndan Əbbasla, Fərzəndan Əbbas, Bəni Əbbasla Azərbaycanın cavanları arasında, onda əlbəttə Ermənistada yazıbdır, amma Ermənistan bilirik ki, o zaman fəqət Məsihlik var idi.
və Azərbaycanın yurdundan idi, Çuxuru Səd idi. Yəni kətlərin adı Türki, özləri Türk idilər. Deyir ki, Zəngi Bəni Abbasının Ermənistan və Azərbaycan cavanları arasında olacaq, minlər min adam öləcək, qərə bayraqlar qalxacaq göyə. Yəni bu göstərir ki, zuhur zamanında da ta İslamın ilk zamanları, Həzrət Əli zamanında da bu Azərbaycanın adı mühümdür. Baxın, Baharul Ənvar, Məhəmməd Baqir Məclisi, cildi 7, səhifə 122, Darul Həyat çapında Beyrutda, çap 2-də 1403 qəmərə çapında deyir ki, Peyğəmbərdən soruşdu. Peyğəmbər dedi ki, Peyğəmbər buyurdu ki, bu cür deyək. Hər kəs bu ayəni Fəsubhanəllah Həynə tusməun ta kəzalikə tuxrəcun Sure-i Rum ayı 17 ta 19-dadır. Hər kəs bunu buradan buracan oxuya, hər dana qar ki Savalan dağına yağır, o qəd buna yaxşılıq yazılacaq. Bir nəfər soruşdu, ya Rəsulullah, Səbalan yəni mənə? Dedi, bir yerdir Azərbaycanda, bir bulaq var orada, behiştdən və qəbri peyğəmbərlərdən. Bu Baharul Ənvarda gəlibdir, Məhəmməd Baqir Məclisi yazıbdır. Pəs biz burada görürük ki, əvvələn Peyğəmbər Azərbaycanlı tanırdı, çünki deyibdi ki, Azərbaycan. Savalanında tanırdı, bilirdi də orada qar vardı. Yəni bunlar hamısı əhəmiyyət istəyirəm, nəinki bilirdim. Mənzurum budur ki, əhəmiyyət Azərbaycanı istəyir ki, işarə eləsin. Və qəbri peyğəmbərlər, biz bilirik sav alan, yəni vəhy alan, sav söz savun yoxdur, söz sav. Və savalan, yəni peyam vəhy burada alınır və peyğəmbər də bunu deyir, peyğəmbərlər. Hala zərfşoşdu da deyirlər, buna da yetişəcək. Mənim bu 2000-ci bölüm bu dəqiqə qurtulur. Azərbaycan türklərinə işarə eləyəcək 3-cü bölümdə. Çox sağ olasınız. Mən təhcə bu ağzımı zipini çəkmişəm, bağlamışam. Quşəsindən bir dənə fəqət nöqtə deyirəm. Bu da elmi üçün otaqdır, ümumi dəyər. O dəlillə görə burada özümə caiz bilirəm ki, bunu deyəm. Biz 100.000 dənə ki, kətibə, o təxti cəmşid deyilən yerdən toprağın altından çıxıblar və bunların hamısı ilamıdır. Azza aramı, hətta neçə dənə Yunanı da var. Bir həxamənişi kətibə yer altından çıxmayıbdır. Hər nə eşikdə var idi divarlarda, onlarda həxamənişi xətti, çün xətti mixi neçə cürdür da, həxamənişi xətti var. Amma toprağın altından çıxmayıb. Bu özü sizi fikrə saladı ki, fikir eləyəsiniz ki, niyə bu ittifaq düşübdür? Əgər bu xətt var idi vaxtən, doğrudan, o zaman bu yerin altında da gərək bundan bir 2 dənə heç olmasa kətibə çıxıydı da. Fəqət bunu deyirəm. Əslində bilirsiniz, bizim müşkülümüz budur. Məsələn, biz baxırıq, görürük ki, Türkiyədə 2 dənə bir 200 kiloluq bir adamı gətiriblər, şuməni qoyurlar ora və onlar həftəci müsafirətlikləri var, dolanırlar, bu yurddan o yurda çağırırlar. Əslən, onlara meydan verirlər, tribun verirlər, televizyon verirlər, kitab verirlər, kursiyə, danışgah verirlər, gedirlər orada. Və çox rahat birdən çıxır deyir ki, bəli, Sümerin Türk irtibatı yoxdur. Bu tərəfdən Profesor Elmiyyəçıq kimi bir insanı ki, müstəqimən Sümer kətibələrin, müstəqim yəni bilirsiniz bu dünyada biz deyirik, Sümerlər bu deyiblər filan, şah bu zaman var idi, məktub-i eşqi bu cürsün idi. Bunları kim tərcümə eləyibdir? Kim bilib nə mənə deyiblər? Bunları xanımı Elmiyyəçıq tərcümə eləyib, Nukramıram bahəm. Çünki bunların kətibələrin bir qisməti İstanbuldadır və mən də gəlib yaxından bu görmüşəm. İndi Profesor Elmiyyəçığı məhdud edirlər, xəfəlirlər və o danışanda elə bir məsələn fəzailərdən söhbət edir. Yəni elə bir gülürlər biləsinə. Dərhal ki, baba bu Sümer əslən çıxardan, bu tərcümə eləyən, bu kətibələrini oxuyan, bu 100 il ömrün qoyan bu. Amma o 2 dənə ki, əslən bilmirlər. Baxın, mən indi bilmirəm Çin xətti ilə, Kore xətti ilə, Japonu hangisi, Çin hangisi Koredir. Yəni üçündə elə bir cür görürəm də. Elə bir dənə də Çinli baxanda mənim yazdıqlarım indi bilmir ki, bu farsıdır, türküdür, ərəbidir. Çünki ərəb əlifbası iləndir. Amma dil fərqlidir. Xətt mixi də fərqlidir.
Yəni siz Sumer var, Akit var, Akitdə biraz sönür, Aşurda çox sönür, Urartu əslən fərqlidir, hecai halətində. Uqariti bir cürsünədir, Həxamənişi bir cürsünədir. İndi durur oturur televizyonda deyir ki, Sumerə irtibatı var ya yoxdur. Və cəlib budur ki, çoxlu da bunu bərcəstə eləyirlər bunları. Biz bu ortamda, yəni bu propagandanın içərisində istəyirik deyək, tarixdə bu düzdür, bu qələtdir, bu var idi, bu yox idi, bu aşur idi, bu aşur irtibatı yox idi. Mən sözdən uzaqlaşmayım bu əsl məsirdən. İndi istəyirik eşidək ki, ərəblər nə mənə deyiblər, Azərbaycana görə nə mənə deyiblər. Bunlardan yadınızda saxlayın. Bir tedadı vardı, o Ayə Həkimzadə adında bir fərd, özü təhsilkərdə, mütəşəxxis, mütəməddin, ağlı başında. Avropada gedirdi, kitabxanaları axtarırdı, kitabları alırdı, cərrahə bıçağı ilə o bölümlər, o səfələri ki, Türkiyə görə idi, Azərbaycana görə idi, cırırdı nüsxəهای əsil, xətti. Onlar ki, bir dənə var, iki dənə var dünyada. Onları cırırdı, məhv edirdi, yox edirdi. Neçə yüz, neçə min dənə kitabdan sonra bunu oxuya bilərsiniz internetdə. Bunu tutdular, dedilər, bu rəvanidir. Rəvanidir, o tərəf deyir ki, rəvanidir, rəvanidir və yemağı da bilməsin də rəvanidir. O da rəvanidir, bəniyəbə türkü fəqət rəvanidir, Azərbaycan bölümlərlə rəvanidir. Mən cəlib budur. Tənha moridir ki, Azərbaycanı rəbt verə Sami qurğuna ya məsələn Əsvəd qurğuna mən İbn Fəqih Həmədani getdim tapdım. Ki görək aya mütəfavit bir baxan da var, elə hamısı deməklər ki, Azərbaycan türklərin yurdudur. O ki Əl-Azəriyyə ya Azəri yazıblar, ondan istinbat eləmək olmaz ki, bunlar türk dəyərlər. Çünki Azəri mənsub be Azərbaycandır. Vəqti deyirik zəbanı bəndəri, taza bir dil deyil ki, özün qramer ola, özün dəstur zəban ola. Bəndəri yəni Bəndər Abbasın dili, Həmədani Həmədan dili, Kərəci Kərəz dili. Elə olan ya farsıdır ya türkdür. Amma türk ya farsı dildir. İbn Fəqih Həmədanda mütəfavit bir zat gördüm. Bu ki birdən Xacə Rəşidəddin Fəzlullah Həmədani gətirir, nəsəb yazır. Azərbaycanı gətirir, Oğuzlardan eləyir, 4000 il bundan qabaq gəliblər. Yetirir Yafəsə və onu gətirir Həzrəti Nuha, onu qoyun kənara, İbn Fəqih nə mənə deyir? Deyir Azərbaycan به نام آذرباد ابن ایران ابن اسود ابن سام ابن نوح نامیده شده. یعنی gətirir Azərbaycanı İran, İranın uşağı, İranın uşağının Əsvəd, Əsvəd Sami, Sami qrupundan, yəni ərəblərin qrupundan, sonra da Nuha bağları. Ki bunu heç yerdə mən görməmişəm ki, bizə ərəb qrupundan yazılır, bizə Yafs qrupundan yazılır. Vəli burada müşəxəsdir ki, bir şeytanəti var ki, istəyir Azərbaycanı bu qruhdan eləsin. Sonra da dalısıcan gətirir yazır Azərbaz ibn Yurasif, Burasif, bəşlim, Yurasif. Biurasif nə mənədir? Biurasif ilk dəfə bunu Zahaklara, Zahak bilirsiniz də Əcdihak yazıbdır Avestada və Zahak yəni əhrimən, yəni o ki çiynlərlə ilan çıxırdı, cavan beyni yiyirdi nə mənə o dastanı ki Firdevsdə gətirib deyibdir. Yəni lap pislərin şeytani ki Farsi mənabeydə Zahak deyilir, Azərbaz ibn Biurasif yazıb. Onun oğlu yazıb, şeytanın uşağı yazıb Azərbaycanı. İbn Fəqih Həmədani, Əl-Buldan, Əhməd ibn İshaq, Yəqubi, bu da mühəqqiq və müsəhhih. Məhəmməd Əmin Fənnavi səhifə 78 Darülkütüb Elmiyyə Beyrutda çap əvvəldən deyirəm biləcə. Mən gəldim bunu axtardım. Görək aya sən bu kitabın isaləti var ya yox. Cəlib budur. Əvvələn bütün türklər, Bulqarlar və bunların hamısını kənara qoyub o fəsllər əslən yoxdular. Kullu Azərbaycan həsr olubdur. Hangi nüsxədə? Nüsxəyi ki vaqiidir. Hangi nüsxədir? Nüsxəyi ki 1885-də Dixuyədə tapıldı və bu 413 Hicri qəməridə yazılıb. Yəni əsli kitab budur da, vaqi nüsxəyi ki biz deyək ki bəli İranda dəyirdi, dəstkarlıq olmayıb, ayrı yerdə idi, bu idi. Bu Əbulhəsən Əli ibn Cəfər Şizi xülasə eləyibdir o zaman. Yəni qarn 5-də bunu xülasə eləyibdir.
محققی به نام یوسف الهادی جلبdi onu fehristerildi ve deyir ki غیر موجود القول فی آذربایجان یعنی فصل آذربایجان yox olubdu və həman şəkildə القول فی ترک yəni muxtəsər bu kitabı ki xülaseləyibdi orada Azərbaycanın türk yoxdur. Görün bəs hələ xaricdəki bu cürsün olsa nüsxə o əsl nüsxəyi ki bizim xurdumuza verirlər deyirlər qarni 7-də yazılıbdı. Əlbəttə İbn Fəqih Həmədani qarni 3-cüdür ha və o da işarə edir ki mən bunu İbn Müqəffədən fikrim yazmışam əgər yadıma gəlsə. Amma əsl kitab əldə deyil. Nüsxə Rəzəvi həmin Məşhəd nüsxəsi bazsazı olubdu. Yəni əsl nüsxə deyil. Biz ki hadiq Pəhləvi dəstਕਾਰ eləyibdi. Pəhləvi kitab yazıb, Pəhləvi nabud eləyib. Çox adam deyir, Pəhləvi neyniyibdi bu da? Mən nümunə deyirəm biləcə. Mən deyirəm bu nüsxə Məşhədi ki sonradan çıxıb 1923-də tapılıbdı. Yəni Pəhləvi zamanı bu tapılıbdı. Niyə o zaman tapılıbdı özdə Məşhəddə? Və cالب budur. İbn Nədimi ki deyir ki, bəli İbn Fəqih bilmirəm Ceyhanidən kop eləyibdi. Biz bu kitabda görürük bərəksidir. Və bu da bir tənaquz göstərir bizə. Və bu deyir ki, əvvəlin dəfə bu sözü, yəni Azərbaycanlılar Zəhakın uşağıdırlar. Azərbaycan ibn İran ibn Əsvəd ibn Sam ibn Nuh ki bu coğrafiyayı siyasi Farsı İran eləyirik. Biz əvvəl dəfə deyir İbn Müqəffə bu işi görübdür. Amma cالب budur, İbn Müqəffənin də kitabı yoxdur. Yəni əslən vaqe'i kitabı yoxdur ki, deyək bir dənə nüsxəsi vardı ki, elə nəqlidir. Pəs biz bu ortamdakı bir belə qarışıbdır. Bu nüsxələri ki tapırıq indi, bunlar gənc kimindirlər? Onlar ki, ərəbi kişvərlərdə qalıb, bu nüsxələri ki, şahın qızıllar, nəftin pulu çatmayıb, bunlar aradan aparsın və bunlar ehtimalən, məsələn, qısır در رفته farslar deyirlər, can qurtarıblar, biz bunlardan deyirik. Bir, tarix ابن خلدون در مملوک یمن دی ثم توجه الى الموصل ثم Azərbaycan. Azərbaycanda Azərbaycan yazırdılar. Və lafiyel Türk fəhəzəməhum və qətlə və səbbi. Yəni əvvəl Musilə getdi, sonra Azərbaycana türklərlə qarşılaşdı, onları utdu, öldürdü və səbbi əsir tutdu. Burada nə oldu? Azərbaycanda bəs türklər var idilər. İbn Xaldun deyir bunu. İki İbn Əsirdən mən deyirəm. Əl-Kamil fi tarixdən deyirəm. Bu داستان رایشی deyəndə. Əl-Rayiş padşah Yəmən idi. Hangi zaman? Həzrəti Nuh zamanı. Yəni qarşılayanda o cürsün olur. Bir dənə bizə nəql edir İbn Hişam İbn Məhəmməd İbn Kələbidən ki, bu da qarni 2-də yaşayıbdı. Orada buranı Azərbaycan deyir. Muravvecü Zəhəb Məsuddu da. Ət-Tican fi Mulukul Həmirdə ki bu da rivayətlər idi ki İbn Hişamdan yenə o tarix nigardan çox tərdiyirlər. Burada bir daha cəlib nöqtə var. Ubeyd ibn Şəriyə Cərhəmi sal 67-də Maviyə bunu dəvət edir. Biz indi bəs 1400 il bundan qabağın söhbətini eləyirik ha. Ubeyd ibn Şəriyə Cərhəmi kimdir dəvət edir Maviyə? Bu Yəmənin xəbərlərini biləndə, əxbar qədim bilərdilər, nəqqal idilər, tarixdan idilər. İndi hər nə mənəm. Çap Heydərabad 1928-də səhifə 416-da ki, qarn əvvəl hicridən söhbət edilir. Orada nə mənədir? Fədəxilə əleyhim Azərbaycan fəqətələl müqatiləti və səbbiyə zurriyyə. Qalə Maviyə və ma balə Azərbaycan lillahə əntə. Azərbaycanın nə rəbti var bu macəriyə ki, orada öldürdülər. Bu cür oldu. Deyir, qalə ləhu innəhə kanətə min ərz-ü Tur. Azərbaycan türklərin yurdudur. Mən Ət-Tican fi Muluk Həmirdən sizə rivayət deyirəm. 1400 il bundan qabaqdan deyirəm ki, orada deyir ki, ləhu ennəhə kanət min ərz-ü Tur. Ora türkün yurdudur. Tarix Təbərdəki çoxdur. 2-3 dənəsini fikirəm yazmışam bu peycimdə və 2-3 dənəsində yazacağım. Təbəri vəqai دوره Uməvidən danışanda 89 qəməridən, yəni o ilin moridinə danışanda
دیر و فیها غزة ایضا مسلمة الطور حتی بلغ الباب من ناحیة آذربایجان فتح على یدی مدائن و husun. Bu ildə Müslimə türklərlə savaşdı. Azərbaycanda ta Babul Əvvab da dəmir qapı deyir, Dərbənd. Ora yetişdi. Yəni orada biz görürük Azərbaycanda tarix təbəridə türklərlə savaşır. Türklər sonradan gəlmişdilər. Səlcuqlar zamanı, Qarni dörddən, Moğollar zamanı. Mən sizə burada nümunələr deyirəm Həzrəti Nuh zamanından. Bunlar nəql edirlər. Məgər siz hardan deyirsiniz bu Azəri? Hardan çıxarsınız elə bu kitablardan? Mən də elə oradan deyirəm da biləcəm. نه تنها biz görürük ki, bu ad var idi Azərbaycan, pəs bir dənə vahid siyasi idi, şərhləri müşəxəs idi, maliyyatı müşəxəs idi, dili müşəxəs idi, coğrafiyayı bölümləri müşəxəs idi və ərəb hangi il, hangi qisməti, nə cür oldu, kim öldürdü, hamısı burada vardılar. Tarix Təbəri, Məhəmməd ibn Cərir Təbəridə, Tarix Rüsul və Mulukdan deyirəm, Havadis 18-23-də rivayət gətirir. ففیها فتح Azərbaycan. Bu ildə Azərbaycan fəth oldu. İki daha rivayət gətirir. Bir, Əbu Məhşərdən, sal 22-də, Seyf ibn Umar, sal 18. Darıqsız bağışlayın. Mən bunları cərəhliyəm ki, ayəndə də sənəd olurlar. Biri gedəndə bunları, mən bu gecə yıxıldam, ölləm. Bunlar sonra bilinməzlər. Hər bəhsi, hər tarixi, hər dərsi Sümeriki deyirəm Allah çox şükür. Bunu dedim, hətta əqəldən məndən məsuliyyət götürülür. Kaş fürsət olaydı. Mən 2-3 gün elə dalbadal bu cür danışaydım, hətta əqəl bu bildiklərimin bir qismətini ki oxumuşam, bunları paylaşaydım, bilirəm ki, sonra zaman və vaxt və hövsələ də olmur ki, bir gedə bundan danışsan. Deyir ki, Müğəyyir ibn Şuubə əmir Azərbaycan idi. Pəs biz görürük ki, bura, bu ad əslən tozih vermir Azərbaycan, yəni bu tanınmış bir addır. Burada biz araşdırırıq ki, bu Azərbaycan adı, Azərbaycanı can hangi zamandan vardı? Bəlazəri Əhməd ibn Yəhyای Bəlazəri Kitab Futuh Buldanda 892 miladi Fəth Azərbaycan'a yetişəndə səfhəyə 325-də دی حال در زبان مردم آذربایجان حائر است han در زبان مردم آذربایجان حائر یعنی han evdir han Əşəs ibn Qeys oranı aldı və han qabağa getdi. Xana qabağa getdi. Xana türküdür də xanə eləmə, xan, yəni bölüm, bu kamilən bir dənə türkü addır. 3 Yaqubi, Əhməd ibn Yaqubi Əlboldan 897 miladidə mən əradə ilə Azərbaycan xərəcə min Zəncan. Hər kəs Azərbaycana getsə, Zəncandan çıxacaq eşiyə. Və sonra gətirir Azərbaycan min Kur Ərdəbil Bərzənd Bərdəi həmin Bərdəə Otaydadır. Və çox adam deyir, Otay Azərbaycanda. Baxın burada mən sənəd gətirirəm ki, Şiz و Sərab و Bərdəə qoyur bir-birinin yanına. Və Mərənd و Təbriz و Miyanc و Ərmiyə و Xoy و Səlmaz bunları da gətirir. Qarn sevvumda pəs Azərbaycanı bir dənə vahid siyasi görürəm. Gəlin müxtəlif mənbələrdən, mənabə ərəbdən İbn Xurdaddan deyim. Ubeydullah ibn Abdullah ibn Xurdad kitab Əl-Məsalik Məmalikdə deyir ki, bu əvvəlin kitablardandır ki, coğrafiyayı ərəbidə yazılıbdır. Əlbəttə nüsxə əvvəliyyəsi 864 miladidə yazılıbdır. Bu da deyir Azərbaycan hudud şərqi Bərdəədədir. Qərbi Zəncandan ta şimal Deyləm و Cəbəl و Tarım و bunlar. Yəni şimal tərəfin kullən Azərbaycan bölürə. Bu iki əslən siz nəqşələrə baxanda Şilan ilə Pəhləvi zamanında ayrılıbdır. Yəni qısa zamanda şəhərləri bir-bir Azərbaycandan ayırdılar və adlarını da çözdülər. Ərdəbil ki, heç olmasa fikrim hamımızın yadınıza gələr ki, Ərdəbili Nəcri Azərbaycanı ayırdılar və adında Azərbaycanı onun üstündən götürdülər. Biz اصل عربی نسخه لیدن هلند'den tercüme Farsi Səid Xaqrənidən Tehran 1371'də çap olubdur. Orada biz görürük ki, bəs Azərbaycanın hududun deyiri. Bu bir dənə vahid siyasidir. Məsudi Ali ibn Hüseyn Məsudi Muravvez Zəhəb və Məadin Cəvhər
Burada ərz Azərbaycan və burada görürük ki, Ərəs və Ərran deyir Azərbaycanınkidir. Yəni iki yeri də o tayda bu tayda Azərbaycan bilir. Çox adam deyir o tay Azərbaycan dərdi. Bu şayad bəli. Mən bunu başda apıram. Bu əslən hər kişvər məntiqidir ki, həssas olsun müxtəlif etniklərə. Yəni Türkiyə məgər kürdlərə həssasiyyəti yoxdur. Pakistanın məgər Sistanlılara, Bəluçlara həssasiyyəti yoxdur, Bəluçlara. Təbiidir ki, İran hakimiyyəti də az nəzər əmniyyəti kürdlərə, Azərbaycanlılara çox əmniyyətli şəkildə həssasiyyət olsun. Amma biz burada elmi otaqdır, elmi danışanda biz gərək bunların hamısını qoyacağıq. Deyək, elm nə mənədir, tarix nə mənədir? Tarix deyir ki, bu vahidi siyasidir. İndi aya deyək, yox, gərək bu cür baxmayasınız. Bəli, coğrafiya siyasi İran hər nə mənədir, ölkəmizdir, rəngarəngisi bizə mورد پذیرشdir, qəbuldur, qavanini möhtərəmdir. Elmi surətdə bu cür sunadır amma ki biz tarixdən danışırıq. Tarixdən danışanda Moğoldan danışanda qərardır ki, doğudan deyək elə Moğol gəldi bura aldı. Altı Müqəddəsi Muhammed ibn Əhməd Müqəddəsi Əhsən التقاسیم فی معرفة الأقالیم deyir və əmma Azərbaycan fəha Kure burada göz Kür burada da gəlib eyni Sumerlər kimin əxtətha Azərbaz ibn Biyurasif. خب bu da gətirib bizi Biyurasif həmin Zəhaka ki onun oğludur. Zəhakın uşağıdır Azərbaycan. 7 İbn Huqələ gəlir. Məhəmməd İbn Huqəldə Surətul Ərzdə Azərbaycanı bir dənə vahid Aran və Ərməniyyəni yana qoyur. Hududi ki çəkir, onları bunun içərisində çəkir. Yəni Aran və Ərməniyyə bir dənə Azərbaycanda Arazın bəlindən götürür, çəkir ta o aləcan. Mən bu nəqşəni neçə dəfə də pəxş eləmişəm elə Surətul Ərzdən gətirmişəm, dəqiqən qoymuşam. Çünki özü çəkib bu əli ilə və bu 285-də, yəni qarın dəhumda əlbəttə, 1000 il bundan qabaq در واقع 1000 il bundan qabaq bu yazılıb və bu nəqşə 1000 il qabağındır. Səlcuqlardan qabağınkıdır. Biz bu cəlibdir biləmizə. Yaqut Humavi, Mucamul Buldanda. Bu da Azərbaycanı bir dənə vahid siyasi. Mənabع farsıda da bu vardı. Əgər Kətibi Şapur əvvəl əlarəm o tənaqüzü ki vardı, o xəttləri ki vardılar, o sınıqlar, o hufrələr atlamaq. Biz əsli bilək, cəhli bilməyək, 260 miladi Atropatqan və Azurbadqan yazılıb. Yəni eyni Yunani şivə kimində, çünki bilirsiniz Yunani fikrindən onlar məmulən təhiyyə olublar. 2 Hududul aləmdə, Hududul aləmin məşriq ilə məğribdə Azərbadqan yazılıbdır. 3 Şahnamə Firdevsuda Azərbadqan yazılıb, Azərabadqan da eləyiblər burada. Burada mən bilmirəm nə cür Azərabadqan eləyiblər, abad eləsinlər həttəmən. Çünki bilirsiniz Azərbaycana hər cürə baxanda Abadqan heç olmasa dəyir. Yəni buna atır deyək, Azər deyək, bot, pat deyək, bat deyək və Ayət Ziya buyurdular. Bunu Nigəhban hətta deyək. Biz burada abad ki dəyir heç olmasa, qan da yer deyək. Abadqan dəyir ki həddəqəl burada abad dəyir. Baxın yetirə bilirəm ya yox. Vəsətə bir dənə a qoysaz bu işi görür. 4 Fəxrəddin Əsəd Qorqani Beysuramində Azərbadqan yazıbdır, Azərbayqan yazıb. Bu çox yaxınlaşıb Azərbaycana. Çünki ərəblərin ki cıları yoxdur, cı deyiblər, Azərbaycan olubdur. Bu da qarni 5-dədir. Məcməl təvarix qısasda Azərbadqan, Ərməniyyə və Bərdə və Ərdan əxlat, yəni qarışığı bunların hamısı bir dənə vahid coğrafiyaydı. Zəkəriya Qəzvini 6, Asarul Bəladul Əxbarul İbad qarni 7-də. 7 Həmdullah Mustafi, Nəzhətul Qulubda 740 milad qəməridə Tuman Azərbaycan, Naxçıvan, Mərağa, Mərənd, Xoy, Təbriz, Ərdəbil. Asarul Baqi Əbu Reyhan Birunuda. Asarul Baqi Əbu Reyhan Biruni. Mən ara vermirəm ki, axır bəxşi qalsın 5 dəqiqə, 10 dəqiqə axırə. Ona görə bu cürsünə yorğun gedirəm. Asarul Baqi Əbu Reyhan Birunuda deyir, Zərdasht, həmin Zərtuşt, Zərdasht ibn Sefid Tumanul Azərbaycani. Əhl-i Biyutat Muqan.
Muğanın adamlarından idi Azərbaycanı. Zərtuştun axırına da bir də Azərbaycanını qoyuram. Və səhih innehu kana min Azərbaycan. Qol səhih budur ki, ora Azərbaycan idi. O Azərbaycanlı idi yəni. Və sonra deyir ki, bəli Yunanlılar deyirlər ki, o savalana getdi, kitabını orada yazdı. Bu da Əbu Reyhan ki, Azərbaycanı tanır, niyaz dəri توضیح verə. Mənabə aramı da ki, qələt İrani miyanə, Farsi miyanə, hər nə mənə deyirlər, iştibahdır. Aramıdır, Suryanıdır. Atropatqan yazılıbdır, Adurbatqan yazılıbdır, Adarbaycan yazılıbdır ki, bunlar üçü də vardılar. Və əsnad Kilisay Şərqidə Hozı Uskovi ki, Adarbayqan yazıbdır, mərkəzində Gəncək yazıbdır Azərbaycanın. Gəncə ki, o birisi taydadır, qərni 5 miladin söhbətidir. Ey onlar ki, deyirsiz, o tayın adı nəm Albaniya idi, Arran idi, hər nə mən idi. Baxın, mən sizə sənət gətirirəm. 486 və 455-dən miladıdan Akosis və Maraba hər iki dənə bunlar uskuflar yazanda Adarbayqan yazıblar və mərkəzin Gəncək yazıblar. Bu da sizə sənət. Mənabə ebridə ki, çoxdur da. Bu da açsam bəhsi yığışdıra bilmərik. Mən indi sizin sözlərinizi eşidirəm. Sonra 5 dəqiqə axırda da xudahafizçilik eləyək ki, bizim zamanımız yetsin bu günlərimə. Çox sağ olun ay doktor. Çox yoruldunuz. Özümdə kamil mən hiss elədim bunu. Təşəkkür edirəm sizdən. Puriya, xoş gəlibsən sən də üstə. İstəyicə ay taban qıssa fəqət lütfən çox uzun olmasın ki, otağımızın əmələn zamanı azdır ki, Kaya ilə Puriyanı da işlək. Buyur ay taban. Selamlar, saygılar böyük ustadımıza ve tamam dostları iç otaqda vardılar. Biz her zaman istesək ki, kamilən nəticəyə yetişək, gərək xatirəyə cəmini nəzərdə alaq. Bu günlərimə, məsələn, mən bir illərimə buğdaymışam bir yerdə ki, oranın adı Səlməsərdir və bilirik ki, Səlməsər kimdir. Moğəyi ki, biz bu günlərimə baxırıq Yunandakı adlara. Yunanda bu günlərimə baxırıq, görürük, Kuriş var, Darius var, Kambiz var. Yəni, tamamı o padişahlar ki, bu ünvan həxamənişi tanıyırıq, bu günlərimə Yunan adlarında bunlar vardı. Amma bizim millətin xatirəyə cəmisində bu insanlar yoxdular. Biz əgər kətlərimizin hətta adına baxanda, birdən məsələn metanlar, hitlər, hurrilər, kımırlar, bunların hamısının adına bu günlərimə Azərbaycanda müxtəlif kətlər vardı. Hətta Sumerlərin adlarına kətlər vardı ki, Ərdəbildə Sumerin deyirlər, ya Təbrizin yaxınlığında Sumer-Xəzan deyirlər. Bunlar nişan verir ki, pəs bu tayfalar, bu qovumlar ki, Türk tayfalarındandılar, burada yaşayıbdılar. Bunlara gedərək biz hətta Moğəyi ki, Şahnaməyə baxırıq, məsələn, Saqqalardan danışırıq. Saqqalar həman Alpertunqa ya Əfrasiyabı əgər nəzərdə alsaq ki, tarixdə də bu cür yazılır, hətta Divan-ı Lüğat-ı Türkdə də bu adı aparırıq. Baxırıq, görürük 750 Beslah qəbl əz milad bu insanı Moğəyi Keyxisrov şikəst verir, bu qaçır Cəzriyə. Cəzrə hardadır? Bu günlərimə baxırıq, görürük ki, Şimal Əraq və Türkiyədə 2 dənə kənd və bir dənə balaca şəhər Cəzrə adında vardılar. Və bu insanı Moğəyi ki, orada öldürürlər, sonrasına deyir ki, padişah sabahısına culus elədilər Təxti Süleymana. Pəs Əfrasiyabın öldüyü yer Təxti Süleymana o qədər yaxındır ki, eləyə bilir ki, bir gün ya 2 gün fasilə ilə Təxti Süleymana geçsin. Ya Moğəyi ki, biz Hititlərin tarixini oxuyuruq, deyir ki, Hititlərin əşraf və padişahlar Hittitdilər, amma onların adi cəmiyyəti ki, yaşayır, bugünkü Mezopotamiyada bunlar türkdülər
və bunlar hududi 4500 il bundan qabaq müvəffəq olurlar hökumət təşkil versinlər və həman Türkəmiş ki, ustad da adım buyurdu, o bunların şahı olur. Yəni o hökuməti ki, təşkil verilir 4500 il bundan qabaq. Bu adlara baxanda, coğrafiyaya baxanda, yerin altından çıxan vəsail ki çıxır, bunlar hamısı bir-bir mövqeyi ki, əgər oxuna və çap ola, onda müşəxəs olur ki, vaqəən Azərbaycan nədir, nə idi və nə ola bilər. Yəni, qəbl az in ki, İran adında bir şey ola, İraq adında bir şey ola, biz baxırıq ki, Dayyab Türkiyənin qərbi tərəfində bu günlərimə hənuz Trakiya qalır ki, onu Türkiyəlilər adını qoymayıb, Səlcuqlular qoymayıbdır və çox ondan qabaqcadandan buranın adı Trakiyadır. Çox məmnun, yorulmayasınız. Çox sağ olun Aytaban. Zamanımız heyfçə azdır. Sizi eşitməkdən zevk alırıq. Kaya, buyurun sizi eşidək. Selam, her vaxtınız xeyir olsun. Səsim vardı bu arada. Uzaqdır. Hansı zat vardı? İndi yaxşıdır Buyurun, səsim. biraz da eşidirik sizi. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Birincisi, bir zat deyim, bu günlərimə rəhmətlik Elçi bəyin anma günü idi. Bu mənim gözümdə son 100 ildə Sovyet baskısı, İran şəhri baskısının qarşısında bir insan idi ki, özün yerə göyə vurdu, dedi mən Türkəm. Allah rəhmət eləsin. İkincisi, istəydim bir söz deyəm. Bizim böyüklərin, lap böyük müşkülümüz bu olubdur ki, biz Türk milləti olaraq heç vaxt yazmamışıq, sənəd eləməmişik bunu. Keçən bir Tofiq oldu, Döhtür Albayraqla da Akbayraqla da danışdıq, bir iki kəlmə. Döhtürə də dedim, Döhtür də hətta mənə dedi, bizlər fəqət savaşmışıq, fəqət gəlib topraq almışıq, bir işlər görmüşük və maalesef çox mehrəban millətuq, hamıya yol vermişik, hamı bizim toprağımızda gəlibdi, oturubdi, məskən tutubdi, istədiyi dildə danışıbdi. Bir dən mən baxıram, Osmanlı dövləti gedib Avropanı alıbdı, gedibdi Misri alıbdı, Ərəb ölkələrini alıbdı. Heç birində dilin icbarı eləməyibdi, heç birində geçmişin icbarı eləməyibdi, din icbarı eləməyibdi. Yoxsa ona qalsaydı, bu günlərimə Avropanın yarısı gələk müsəlman olaydı. Vəli heç birini eləməyibdi, ancaq o qədər mehrəban bir millətuq ki, hamını belə qucaqlamışıq, hamını çəkmişik özümüzə və heç vaxt da öz tariximizi yazmamışıq. Həmişə deyərəm, ərəblərlə İslamın bizə faydası bu idi ki, onların qaynaqlarında bizim adımız gəlibdi. Əgər bu günlərimə Döhtür bəlkə 50 dana, 60 dana qaynaq gətirdi, bunun 40 danası ərəb qaynaqları idi. Yəni Nəhcül Bəlağa olsun, filan yazar olsun, tarixi Təbəri olsun, o olsun, bu olsun, hamısı ərəbdir. Azərbaycan adı gətirən, Türk adı gətirən, hala işim yox. Bir Aşuri da olubdu, Rum da, Bizans da olubdu, onlar beçənar. Ancaq istəyirəm mu deyəm, rəhmətli xanım Müəzziz Elmiyyəçiyin də adı geçdi, Sumerşenas. Mənə Tofiq oldu. 2024-də fikirəm ki, rıxmasam Azər ayı idi, fot elədi. Mən Mehr ayı Mersinə getdim. Görməyə bilələrin. Çox söyürdüm görəm. Mən gedəndə yataqda idi. Yəni axırda 2 ay sonra fot elədi. Danışırdıq belələri ilə, mənə bir dənə söz dedi. Dey yazmaq başarırsan, dedim başarıram. Dey oxumaq başarırsan, dedim başarıram. Dey xiyabanda rədd olanda bir dənə türk görsən, ona görə bir zat yazcınan. Sən yazmasan, sabahlarıma onu ya bir dənə Yahudi, ya bir dənə İngilisli, ya bir dənə Çinli yazacaqdı. Sizin əleyhizə istifadə eləyəcəkdi. Dedi, sən yazmasan, sizin tarixinizi ayrıları yazacaqdı. Gördüm, çox gözəl söz deyir. Ona xatir fəqət istəydim mu deyəm. Bu gün əgər əliz qələm alır, oxuma yazma savadınız vardı, qərar dəyir akademik savadınız ola. Xiyabanda bizzat görəndə, bir dənə duvarda yazı görəndə, bir dənə bir bina görəndə, bizim
bizdən qabaqçıların, böyüklərin müşlub olubdur ki, yazmayıblar. Tərəf padişahı idi. Fars gəlib buna şeir yazıbdı. Gedib Təbrizdən durub gəlib İsfahanda bir dənə saxtıman tikibdi. Saxtımanın qabağında yazmayıbdı ki, mən türk idim, bu saxtımanı mən cürləmişəm. Ona xatir bu gün İran şəhri gəlir bizə zor deyir. Bu gün Sağ ol. nərimə yazın. Əlinizdən gələni eləyin. Axşamınız xeyir olsun. Vaxtınızı almıram. Bilirəm vaxt azdır. Aya Sizi bəy, çox çox sevirəm. Göz olun özünüzdən. bizim 4 nəfər də əzizlərimizdən gəlibdi üstə. Hər halda biz bunu gəlib bir 10 dəqiqəcə. Ay taba, maykız açıqdır, bilmirəm. Maykız açıq olanda o birislərə də biraz ixtilal icədir. Puya, sizi eşidək, fəqət qıssa üçün zamanımız yoxdur. Puya, buyur. Bəli, hətmən. Çox qısa. Mən az qısa əlimdən gəldikcə yazıram. Ancaq çox bəhslər ki, indi vardı, yayğındır aramızda elə İranda keçənlər. Daha çox düşürlər bir də məsələn siyasi sosioloji üstünə, yəni məsələn siz indi baxanda niyə bu romantik nasionalizm bir ideoloji olaraq yayğınlaşır? Bunu daha çox o kontekstdə görmək olur ki, Kuruşla məsələn nə rol tapır beynəlxalq ta ki biz eləyə bilək bunlara gəlib rahatçılığına tarixi sənəd tapa bilək. Ancaq mən bir dənə sualım var idi, Rəhim bəyə tapa bilmişəm. Olduğum yerdə də səhər saat 4-dür. Oyaq qalmışdım ki, bunu soruşam belələrindən. Çox yaşasınlar. Bu cələsə biraz fərqli oldu. Rivayə sənədlər ki, məmulən sənəd dəstur deyilir belələrinə. Onları irayə elədilər ki, bir yerdə gəlməkləri mənim üçün çox dəyərli idi. Yəni bu sənəddə bir yerdə sözün düzün yerinəcən görməmişdim. Qırdıq o əlbəttən. Ancaq etimoloji ləhazından Azərbaycan indi hər deyişinə də getsə öz zamanında gələn sənədlərlə biraz o əsəbi pişrəft nəzərdə alanda, yəni ulum kəlamı əsəbi nəzərindən tətbiqi bir demək olar beynəlxalqi yer adları ilə qiyasa qoyulanda çox pişrəftə nəzərə gəlir. Yəni neçə min il qabaqçı adama bu kəlməni bu şəkildə əda eləmək biraz çətin gəlir. Ona görə mənim sualım budur. Eləyə bilər ki, bir dənə fərzdir. Aglomerativ dillər, iltisaq dillərdə gedən kimin getbə-get bu çoxalmış olar. Yəni məsələn deyirəm, atıram. Oğuz, ər, bəy, qan olmuş olar. Bir dənə fəqət elə bu cür yavaş-yavaş yəni yığılmış olar zaman sahəsində. Çün fikr edirəm bu cür baxanda bəzi qərinə sənədlərlə zaman boyunda bu kəlmənin formalaşması düz deyə bilər. Əlbəttə, fəqət bir dənə sual və fərz idi. Çox sağ olasınız. Şəhram bəy, çox qısa lütfən. Buyurun, sizi eşidək. Salam, təşəkkür edirəm Kimya xanım. Hamınızı salamlayıram, hamınızı xoş görmüşük. Hamınızdan təşəkkür edirəm və minnətdaram. Mənim bu yoldaşımızın baxışına mənim də baxışım yaxın deyil. Oğuz Ərbəy, Xan Ərbəy, Qan Oğuzdan bir də bunu ərz edeyim ki, ustad əlbəttə bilirik bu tarixi sənədlər əksərən elə ərəblər yazıblar. Ərəblərin tarixlərinə sökənilir. Bir də Yunanlıların. Mən kilas əlbəttə biraz yubandım, şahid də eşitməmişəm. Bir daha da Mərziban zamanları bilirik, Arazın o tayı, hətta elə İslam gələndən də sonra bir müddət müstəqil olublar. Arazın o tayında Dərbətdə ki, həmən İbn Hoqəl də məsələn elə Nəxşəvənd tövzih veribdi, bir gün aparıbdı Dərbəndə. Yəni indiki Dağıstandadır, Bakıdan da üstədir. Ki, işim yox, hələ Həmədan, Zəncan, Əbhər filan bunların nəxşəsində deyib. Həmən o Dərbəndidə mən qaynağım təsvanə yadımda deyib, hardan oxumuşam. Bir-iki yerdə oxumuşam. Cümanın bir kətibəmiz vardı. Usta Sərdariniyanın da kitabında vardı 190. Həmən kətibədə də ki, Ənuşivan zamanıdır çırıxmasam ki, bilirik o məzdəkiləri zadə qırdı, tökdü məsələn bu üzə Xürrəmləri. Dərbətdə bir dənə kətibə vardı. 6-cı qarnilərdə fikirləyirəm. Üstündə onun elə Azərbaycanın adına nəxşəsinə bir qola işarə olubdu. Hətta döktür işarə elədi, mən eşitməmişəm. Dedim də biraz yubandım. Təşəkkür edirəm Kimya xanım, məmnunam. Yaşayası Şəhram bəy, Döktür Əsəd Təğizadə çox lütf eləyibsiz, gəlibsiz. Fəqət otağımız bilirsiniz axır ləhzələr. Sizdən də bir eşidək. Mayk öyrək Döktür Ənbəy. Buyurun. Çox sağ olun, təşəkkür edirəm adminlərdən.
Döktürəm Aybaraq və bəqiyə dostlardan Döktür Ziyad ki, bilirəm çoxdur da mən vaxta görə ad aparmayım. Fəqət iki mövzu vardı qısa mən istədim bunları işarə edeyim. Bəlkə mənim özümə də sual gəlir. Bəzən çox deyilir ki, məsələn, türk yazda, pozuda olmayıbdı filan. Yəni bilirsiniz, kağız gəlmədən öcür bir yazı pozu, yəni ədəbiyyat halətində ehtimala olmayıbdı. O kağızdan sonradır ki, bir kitab formasında biz və Allah lövhə ilə, daş üstündə yazmaqla böyük bir ədəbiyyat yaratmaq olmaz. Onda nə edirdilər? Çoxu hafiz idi, yəni hifziyyat, şəfahi ədəbiyyat var idi. O millətin ki, çox şəfahi ədəbiyyatı var idi. Əslində bu yəni maşin, yəni ki, kağızla o çap maşınından öncə onun ədəbiyyatı hamıdan pəs çoxdur. Çünki o zaman nəinki bunlar yox idi, məcburdular şəfahi indi dastanlarla, ozanlarla, aşıqlarla və bu da türküdə hamıdan çoxdur bu ozanlar filan behmən. Yəni o əslində bir ədəbiyyatdır ki, kağızdan və çap maşınından öncə bu model gedirdi qabağa. Və bu çap maşını gələndən sonra hamı da bilir ki, kimlərin kitablarını çap elədilər Hindistanda, Gürcüstanda, Avropada və kimlərinkin eləmədilər və kimlərinkin axtardılar, tapdılar yer altından və kimlərinkin cırdılar, atdılar o ələ, hətta o cərrahi filandan. Yəni biz gərək biraz məsələlərə bir başqa bu boyutdan da baxaq ki, əslində bu bir növ bir belə deyək, ədəbiyyat şifahi mən fikirəm türkdə hamıdan çoxdur. Və bir də bir millət ki, dünyada hamıdan çox imperator yaradıb, bu imperatorunu belə deyək də bir ədəd, yazı, pozu ilə idarə olar. Olmaz ki, bir dənə imperatorun siz yazısız, pozusuz bunu idarə eləyə biləsiniz. Pəs orada da bir zat varmış. Müntəha bunları kimlər istir axtarsın, tapsın, kimlər istəmir tapsın və ya aradan aparsın, bu başqa məsələlər. O da təbiətən bu şərqşünaslarla başlayır da. 1700-ün axırlarında, 1800-ün əvailində ki, bu şərqşünaslar başlayırlar bunları bizlərə tapalar, hətta bu Həxamənişini filanı. Bunlar da təəssüflə əslində bir dənə mafiya şirkətidir ki, bunun başlayıcısı olur ki, elə həman Hind şirkəti idi ki, uyuşturucu ilə kölə alış-ver filan onunla məşğuldur ki, bunların əfsərləri, generalları gəlirlər bizim ilk şərqşünaslarımız olur ki, sonra bir miqdarda Napoleonun tərəfindən, o tərəfdən gəlir. Bəli, Napoleon ki, hətta bu kumpandan sonra idi. Yəni bir mafiyanın yazdığı tarix və bilirik nə cür yazılıbdır, nə niyyətinə, təbiətən buna güvən olmaz. Yəni siz məsələn Həxamənişiyə baxasınız, bunun əgər bu Kətibə Bistunla ya o Herodotu siz həsf eləsiniz, qoysusuz kənara, aya Həxamənişi və Darüşdən filandan bizzat vardı başqa yerdə. Mən bilmirəm, amma bunu bir sualdır. Hətta Döktür Sədridən və ya Döktür Albayrağa istəsələr. Aya bu iki dənə Kətibə Bistun Həmədanda və ya Kəbəyə hələ Zərtöş deyirlər. Onlar, bilirsiniz, ikisi də şəkilidir bunların. O ki, Həmədanınkidir, Kətibə Bistundur, onu Sir Henry Rawlinson ilk dəfə oxuyubdur, tapıbdır. Neçə il çəkib onu verəşiyə ki, yazılar çox alıbdır. İlk o bir kətibələr yox idi və bu da bir dənə kumpanın yine əfsəri idi. Bir mafiyanın əfsəri idi əslində orada gəlir. Yəni o Herodotu da ki, onda da şəkki vardı, o dastanları ki, təriflədilər Misridə. İnsanlarla ayaqları belə idi, barmaq vuranda deyir ki, Misrilərin başları bəhdidən kafaları. Bəli, Pərşilərinki çox yumuşaqdır, barmaq vuranda giyirçəyə adamın barmağı olan. Çünki onlar tüklərini vurmurdular, Misrilər vururdular, bunların kafalarının sümüyü bərkir. Yəni, bücük bir kitabdan bir tarix çıxartmaq biraz çətindir. Çox təşəkkür edirəm, mən istədim qısa olaraq bu iki məsələni deyəm. Buyurun. Çox yaşayasınız, çox istifadə elədim ay Döktür. Mən hər zaman kimi sizin gözəl söhbətlərinizdən. Döktür, buyurun sizi Döktür Rəhim bəy, axır söhbətlər sizdən alaq. Bir özgürün də sizdən sonra bir komment olacaq. Buyurun ay Döktür. Mən sözlərimi hər hal qurtarıram burada. O iki buyurdular Kaya yazın. Dəqiqən həman işi mən görürəm. Munta indi üçün yazmaq moddan düşür. Necə ki
Facebook ya məsələn vebloq yazmaq moddan düşüb. Necə ki nəvari video moddan düşüb, hətta CD moddan düşüb. Biz bunu Instagram fəzasına, Clubhouse fəzasına, Telegram fəzasına və bu cür bir fəzalara gətiririk. 2000-ci buyurdular ki, aya bu ad o zamana səqil dərdi, ağır dərdi deyilmağına. Yox, siz baxırsınız elə aşurlar bura gələndə bir dənə hubuşkaya, hubuşkaya görürsüz bir dənə پیچیده bir buruşuq bir addır. Ya beyt sənگ buti, ya aşur nəsir pal, ya tiqlat pleser, şəmşi ada. Məsələn, tükul tinni nurta. Bu cür bir adlarda görürsünüz ki, imkanı vardır. Amma bu iki buyurdular, aya bu iki şiirdən sonra əsən Pəhləvi ya bu Həxamənişi yazı vardı. Mən ərz elədim ki, çox istəmirəm Həxamənişi, Darüşə bunlara varid olam. Bir dənə Van'da, bir dalı tərəfdə, dərənin təkində bir dənə bir nozuhur bir zət vardı. Ondan sonra bu pəhnaver yeri ki, nəxşələrdə çəkirlər dünyanın yarısın, orada siz hətta demirəm ki, də siz məsələn Əraqda, məsələn Pakistanda, Əfqanistanda, Misirdə ya bütün bu kişvərlər içində vardılar. Mən deyirəm İran özündə siz Azərbaycanda, Xurasanda, bilmirəm Kirmanda, Yəzdə heç yerində qeyri bir küç yerdə Həxamənişi əsən kətibəsi görmüsüz. Bu da bir məsələdir ki, da bu qoyuruq kənara. Mən söymürəm bu mövzuda danışam, bənabə şəxsi özümün əqaidim və dəlailim ki, buna da həssasiyyət üçün çoxdur bəzi həmvətənin mövzudunda ona görə. Amma bu iki yoldaşımız dedilər qərin 6 miladında bəli Sasani zamanında Dərbəndə bir kətibəyi var. Mən onu da Farsi miyanə bilmirəm. Çünki o aramıdır. Orada zəmir zı işlənilibdir. Orada Darüşi ki deyirlər padşah, bəlkə amargər Azərbaycan ya xəzanədar Azərbaycan. Orada d, l, y, v, ş gəlibdir. Turpatkan gəlibdir Azərbaycana deyə bildik bura. Amma sonra Mələki gəlibdir. Məliki yəni padşah və məlik bu bir dənə arami bir kəlmədir. Məlik özdə. Bunu eşitmisiniz. Bunu nə cür əmərgər oxurlar? Siz gedin bunun yazısına baxın. Kilidi də qoyun qabağınıza, arami xəttin kilidin. Orada da tutuşdurun. Sonra məqalələri də oxuyun bu mövzuda. Mən heç cür oxuya bilmirəm. Və bunu nə cür pəhləvi eliblər, o da baş tapıram. Çünki bu kəlmələr, məsələn bu zəmir ya bu mələk, bunlar əslən arami pəhnəsində bütün dünyada yazılıblar. Hala biz gətirək onu deyək, yox, bu cür yazacaqsınız, bunu padşah oxuyacaqsınız. Məliki gərək padşah oxuyasınız. Bu da əcəb bir zətlərdandır ki, heç kəs hələ buracan başlayıbdır. Bunun üstün vurmayın və qeydək Azərbaycana. Azərbaycana hərənin bir nəzəri var. Azərbaycan buradan gəlib, buradan gəlibdir. Mən də şəxsi nəzər deyə bilmərəm. O ki, məsələn Rəşidəddin Fəzlullah Həmədani bir nəql düzəldi. Gəlin mən sizə sənəd verim. 668 qəməri Tehran Mərkəzi Nəşr Miras Məktub 1384 nüsxə çapı ki Məhəmməd Ruşən çap eləyibdi. Səhifə 23 bəxşi ki tarix Oğuza görədir. Orada deyir ucanda, yəni Bostanavada da ucanda bir açıqlıq yerdə bütün sipahdan, bütün əskərlərdən istədi, ətəklərin topraqla doldursunlar, gətirsinlər töksünlər. Tökdülər bir uca təpəcürrədir. Onun adın qoydu təpənin Azərbaycan. Adır türkdən yəni uca və bəyqan yəni bəylərin yeri. Azərbaycan oradan gəlir. Bu ağay Rəşid Fəzlullahın sözü mənim ağlıma batmır. Çünki ondan qabaq əvvələn Aturbatqan var idi, Azərbaycan var idi, mənabeyin dedik 4000 ildir bu var idi. Amma bu ki bəyqan kəlməsi bölümü var, mənim ağlım kəsirir. Bəyqan indi hangi zaman patdan bəyqə çönübdü, bəyqana olubdu. Bu eləyə bilər təhəvvüldə bu 5000 il, 4000 ildə olsun. Amma atur və atır ki Azər olubdu, bu atılmaqdan üçün çaxmaq daşların çaxdan gəlir də. Bunları çaxırdılar, bir-birinə çakırdılar, bir-birinə o ki oradan atırdı, Azər, Cəhiş, Əxgər, bu ot idi, Azər idi və bu oturda yazılıbdı. Bu Sumerlərin ot tanrısıdır ki, ot atırdı bizə. Dastanı bunların uzundur, başınızı qatmayın, məğzinizi qatmayın bunları. Və sonra burada deyir ki, məkan Oğuz Şirvandan, Muğandan, Diyarbəkirdən, Şamdan
Dəməşqdən aparır Misrə, aparır Parsa, Kirmana və bu əldən aparır Xurasanacan. Bəs bu da bir dastandır ki, bəs Oğuzlar ondan sonra da yayılıblar. Amma harası mühümdür? Sözüm bu cür qurtarıram. Burası mühümdür ki, əvvələn adı türkü bilir, özü də Rəşidəddin Fəzlullah Həmədani. Hangi zaman? Qazanxan zamanında. İki, sünnət-i Suriyedə tarix Oğuzda Oğuzları gətirir, aparır 4000 il bundan qabaq Oğuzu 4000 il bundan qabaq və onu gətirir Həzrəti Nuha şəcərə ilə bağları. Yəni o inancda pəs bundan qabaq da var idi ki, ona irs yetişibdi və yazıbdı. Və bu bizim əsl sənədlərimizin birindəndir ki, Azərbaycan elə əvvəldən türküdür. Buna hər yerdə mən münazirəyə hazıram və ayrı ərzim yoxdur. Əgər mən fikirəm, burada bir bölüm ki, mən yaddaşdırmışdım danışam Mənabə-i Ebridən ki, Təbriz Behişt Ədəndir. Əgər bu moriddə bilgəmiş podkastda da bir göz atdım, orada da bu cür bir söhbəti görmədim. Əgər bu söhbət olmayıbdı, gələn bölümü eləyə bilərik, buna ixtisas verək ki, bu da aradan getməsin, yaddan çıxmasın və 2000-ci demək olar rəvai və əfsanəvi baxışımız tarixə. Dolar 193.500, gecəz xeyrə qalsın. Çox sağ olasınız, ürəyinizə sağlıq, yorulmayasınız. Allah sizi elimizə çox görməsin. Özgür bəy, buyurun sizi eşidirik. Təşəkkür edirəm. Mən yəni cənab doktor Ağbayraq bir sözlə cümlə ilə qurtardı ki, mən də gülməkdən özümü saxlaya bilmədim. Yaşasın deyirəm inşallah ki, səlamət olasınız və bütün İranda yaşayanlar bu çətin günlərdə o rəvani cəhətdən inşallah ki, yaxşı durumda olsunlar. Bunlara keçəcəkdir inşallah. Mən Kimi xanım buyurdular ki, fikrim Kaya bəydir ki, bizim elə bir yazımız olmayıbdı. Mən buna görə istəyim deyim. Cənab doktor Əsəd Təğizadə buyurdular. Mən də bir şeylər əkləyim. Varlığın özəl sayılarından birində, necə ki Edward Brown İngilisi, karməndir, kompaniya Hind Şərqi, dəri dillərə, tarix ədəbiyyat cürlürdü. Məsələn, deyir, bizim nestan şairimiz vardı, qərni 8-də bulardı, qərni 7-də bulardı. İstəyirlər əsalət özlərini yığsınlar. Və bizi də yoxa çıxarsınlar. Desinlər ki, əslində sizin tarixiniz yoxdur, yazı yoxdur ki, dünən məsələn Moğollar gətiribdi və indi də elə siz məsələn dilinizdə yaza bilmirsiniz. Mən istəyirdim deyəm ki, ayə Doktor Cavad heyət, Allah rəhmət eləsin, zəhmət çəkiblər və o özəl sayda bizim keçmiş əsrlərdən başlayaraq ta bu günəcən orada göstərib ki, 3-cü qərndə hansı şairlər, yazarlar vardı və türk əsərlərinə mənədir, 4-5 ta bu günə kimi. Bəs əgər bunlar bugünləmə bizim masalarımızda yoxdur, kitabxanalarımızda yoxdur, biz utuzmuşuq burada. Çünki biz utuzmuşuq, onlar fəqət özlərinkini qoyurlar masa üstünə. Bəs ona görə tez qəzavət eləməyəcək bu məsələdə ki, bizim yoxumuzdur. Olması, bu əzəmətlikdə bir millətin olmaması çox böyük nə mənədir sualdır. İmkanpəzir deyək olmasın. Bəs burada bir dənə totə vardı. Ta o totəni biz rəf eləyincə biraz dözməliyik və ustadlarımıza qulaq asmalıyıq. Yaşasın deyirəm Kimi xanım, mənə vaxt verdiniz. Sağ olun. Çox təşəkkür edirəm. Sizin ki bizlə idiniz. Doktor Ziya Sədri, Ay Taban, Ay Doktor Təqizadə, Şəhram bəy, hamımıza, Elmira, əziz Elmira, Doktor Rəhəm bəyə də ki, hər zaman kimin səhət, bədən, can sağlığı və hər zaman elminin artmasını da arzu edirik. Gözləyirik ondan yenə gözəl yazılarını qısa 2 saatda bizə sunur, amma özü aylarla, illərlə zəhmət çəkir. Çox sağ olasınız, çox var olun. Özgür bəy, buyurun otağımızın axırlarınızı. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Sabahın həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular. Biz vətən məcnunu, el aşıqı, sülh əzgəriyik. Biz vətən naminə ölsək, birilərdən biriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım. Dedi öndər yönü bayraqdakı 3 rəngdən alın. Sən bu gül bayrağın altında məramınca yaşa. Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Günəş hər gün doğur ancaq içimizdən vətənə.
Bizim iqbalımızı yazdı kılıncın kəsəri, bizi biz etdi dədəm Qorxud Oğuznamələri. Ey Azərbaycanımız, Türkün Oğuzlar vətəni, ər oğullar, ər igidlər, kişi qızlar vətəni. Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Tapınar haqqa və insanlığa haqdan doğulan. Bəşərin dərdini öz dərdi bilib millətimiz, bizim öz niyyətimizdən doğub hürriyyət.